Sizinlə Dövlət İmtahan Mərkəzinin Coğrafiya test toplusu 2025-ci ilin nəşr birinci hissə atmosfer mövzusunda materiklərin iqlimi bəhsindən demək 101-ci sualdan testin sonuna qədər 171-ci suala qədər olan testlərin izahına baxacağam. Qeyd edeyim ki, bu bölmədə olan testlərin 1-100 arasında olan testlərin həlli YouTube kanalımızda var. Yəni kanala daxil olub böyük videolar üzərindən vursaq elə yuxarı hissələrdə görəcəksiniz. Nəsə vaxt itirmədən başlayırıq demək testlərə. İki dənə xahişim var sizdən. Bir odur ki, kanala abunə deyilsizsə abunə olun, videonu bəyənin. Əgər məsləhət bilsəz dostlarınızla da paylaşarsınız. Şərh bölməsində hansı regiondan videonu izlədiyinizi yazsaz bizim üçün çox bəyənmə kəsb edir. Həm video yayılmasında, həm də ki kanalımızın izlənmə coğrafiyasını müəyyən etməkdə bizə kömək olar. Bir də ən önəmli məqamlardan biri də odur ki, bu sizin xeyrinizə olan bir məsələdir. Demək, şərh bölməsində sizin üçün aydın olmayan istənilən variant və bənd haqqında yazın, mən sizin suallarınızı orada cavablandıracağam hökmən. Məsələn, deyək ki, bəzi hallarda biz sual cavabı konkret olanda demək, digər variantlara mən baxmıram. Ona görə də həmin digər variantlarla bağlı sizdə hansı sual yaransa, şərh bölməsində sizi gözləyəcəm. Uğurlar və biz başlayırıq. Diqqətlə dinləsəz öyrənməmək mümkün deyil. Bunu deyim, çünki başlanğıcda ola bilsin ki, mövzunu oxunuşunda hansısa bir zəifliyiniz olubsa da, testləri dinləyəndə həmin zəiflikləri aradan qaldırmaq olar. Biraz sadəcə yetər ki, səbirli olmaq, inanmaq və davam etmək lazımdır. Sizin bu mövzunu başa düşmək üçün həmişəki kimi əlimdən gələni eləyəcəm. Demək, başlayırıq 101-ci sualdan. Deyir ki, xəritə sxemasından yağıntıların il boyu təxminən bərabər paylandı. Bilirsək, ekvatora iqlim qurşağında yağıntılar bərabər paylanır təxminən 2-7 götürsək. Bir də subtropik iqlim qurşağının bərabər rütubətli tipləri var idi. Burada. Siz o tipləri mən sizə göstərim. Götürdüm ekrana, fikir verin. Subtropikin bərabər rütubətli sözü yazılıb. Baxın, bu göy rəngdə olan yer subtropik iqlim qurşağının bu hissədə bərabər rütubətli tipidir. Ona görə də 3 ilə 6-da doğru cavab olacaq. Demək, 2, 3, 6, 7 Y variantı. Davam edirik. Qələmi biraz nazik elədim. İkinci suala baxaq. 102-ci daha doğrusu. 102-ci sualda deyir ki, verilən qar xətlərin başladığı yüksəkliklərə əsasən L, M və N dağlarının yerləşdiyi məntəqələri demək, xəritə əsasən müəyyən edin. Qar xətti o hündürlük o deməkdir ki, yəni ki, dağa çıxanda, deyək ki, bu dağın yuxarısında qar olan bir sahəyə gəlib çatacaqsınız. Bundan sonraki hissə qar olacaq da, düzdür. Bu qar olan yerin başlanğıc yeri var, qar haradakı başlayır. Dağın ətəyində, zirvəsində qarın ən aşağı hissəsi, aşağıdan gəlsəz qarın başladığı yer, qar xətti adlanır. Təbii ki, bu iqlimə bağlıdır. Yəni, isti yerlərdə, bax, burada 5300 qar xətti varsa, demək ki, bura isti bir yerdir. Bu istidirsə bunu ekvatora tərəf verərik də. Məsələn, N-i bura yazarıq. Sonra keçdik. Biraz 2500'dür bu. 2050'dir burada. Burada isə 1000'dir. Görünür ki, bu el məntəqəsi daha soyuq bir yerdədir ki, qar xətti aşağıdadsa, demək o daha soyuq yerdədir. Demək, 3-ə M verərik. Demək, 1-ə də L yazarıq. Onda olacaq ki, L, N, M, L, N, M. L, M, N-yə hərf desək, demək, 1 düşər. Sonra M-ə 3 düşər. 1, 3, D variantı. Növbəti suala baxırıq. 103-cü sual. Deyir ki, iyun-avqust aylarında mülayim hava kütlələrinin təsir etdiyi iqlim qurşaqları. Uşaqlar, iqlim qurşaqları belədir ki, ekrana bu xəritəni gətirdim ki, sizinlə rahat danışa bilin. Mülayim hava kütləsi yayda bütün il boyu öz yerində olur. Yayda o, yəni iyun-avqust aylarında subarktik iqlim qurşağına təsir göstərir. Qış aylarında isə subtropik, yəni bu sarı rəngdə olan əraziyə təsir göstərir. Ona görə doğru cavab subarktik, şimalda subarktik, cənub yarımkürəsində isə iyun, demək, cənub yarımkürəsində iyun, bilirsiniz ki, avqust ayları qış ayıdır. Qış olanda da mülayim subarktikə təsir göstərir. Yayda subtropik subtropikə təsir göstərir. Ona görə də doğru cavab subantarktik, subtropik olacaq. Subarktik, subtropik olacaq A variantı. Növbəti suala baxaq. Deyir ki, müvafiq olaraq passat və qərb küləklərinin təsirinə məruz olan qalan ərazilərin iqlim qurşaqlarını müəyyən edin. Bu küləklər mövzusunu çox rahat bir izahını verə bilərəm mən sizə. İndi sxemin gətirmək sizin üçün çox sadə və demək lazımlı bir qaydanı mən sizə deyim. Əgər məsələn
biraz sadə deyilişdir. Biz daha mürəkkəb izah eləmək olar, amma başa düşmək baxımından biraz sadəsini deyəcəm. Əgər görsəz ki, sizə ekvatora yaxın olan bir ərazilərə hansı külək təsir edir sual versə, onda təbii ki, onun cavabı passatdır. Çünki bunlar passat küləkləridir. Görsəz ki, orta enliklərdə, məsələn, 50-60, ya 40 enliklərdə şimal və yaxud cənub fərqi yoxdur. Bu hissələrə hansı küləklərin təsiri göstərdiyini soruşur. O təbii ki, o qərb küləyidir. Görsəz ki, qütbə yaxın bir ərazilərə hansı küləklərin isə təsirindən danışır. Demək bu da ki, yuxarıdakı şimal-şərq küləyi, cənubdakı isə cənub-şərq küləyi, yəni ümumilikdə götürsəz qütb küləkləri adlanır. Ona görə də onu hərdən heç belə çox da fikirləşməyə ehtiyac yoxdur. Hərdən şagirdlərimizə, abituriyentlərimizə sualda çətinlik kimi gəlir, amma heç bir çətinliyi yoxdur deyim sizə. Məsələn, bura ekvator xəttidir. Düzdür, 3 xətt çəkəcəm. Bura qütbdür. Biri nöqtə olur da. Bu da orta enliklərə. İndi bax, sual versəz, buna hansı külək təsir edir? Buna passat, bəs buna qərb küləkləri, bəs bu hissəyə qütb küləkləri. Yəni ki, konkret desəz şimal-şərq. Yenə də cənub qütbünə bir nöqtə qoyaq, bir dənə də xətt ortadan çəkək. Yəni ekvatora nəzərən yer kəsimi bölünür 2 hissəyə. Ortalarda qərb küləkləridir. Burada da qərb küləkləri, amma cənub həmkəsində qərb küləyidir. Qütbdə isə qütb küləkləri. Burada da qütb küləkləri. Bu düzülüşü belədir. İndi bizə deyirsə ki, əgər məsələn birincidə soruşursa ki, bizdən passat küləkləri, biz ekvatora yaxın olan əraziləri tapıb verməliyik cavaba. Yəni ekvatora yaxın iqlim hansıdır? Ekvatorial iqlimdir, bir də subekvatorial. Yəni 2 ilə 4 bu suala cavab olacaq. Bu bəndə. Qərb küləkləri istəyirsə, onda da biz orta tərəflərdən, orta enliklərdən, mülayim enliklərdən də, yəni mülayim enlik, subtropik mülayim iqlim quşağını verə bilərik cavaba. 1 olar, bir də 6. Yəni bu baxımdan məsələyə yanaşa bilərik. 1, 6. Doğru cavab 2, 4, 1, 6 idisə nə olacaq? 2, 4, 1, 6 cavabı mən D variantında gördüm. Növbəti suala. 5-ci sualda deyir ki, demək, xəritə sıxımda rəqəmlərlə göstərilən məntəqələr iqlim xüsusiyyətləri ilə bağlı doğru olanları müəyyən edin. Biri, yuxarıdakı subtropik iqlim quşağının aralıq dəniz tipidir. Bilirsiniz ki, bu aralıq dəniz tipi buradır da, bu sarı yer. Burada dekabr-fevral ayları, bizə dekabr-fevral aylarından danışdı. A bəndində deyir ki, hər iki məntəqə yağıntıların əsas dekabr-fevral aylarında düşür. Yerlərin deyə sonra danışarıq. İkincisi isə cənub subekvatorial iqlim quşağında düşür. İndi baxaq dekabr-fevrala. Dekabr-fevral şimal subtropik iqlim quşağında qış fəslidir. Mülayim hava kütlənin təsiri ilə oraya yağıntılı olacaq. Bu cənub subekvatorialında orada da yay fəslidir. Orada demək, burada birinci dediyim halda bir dediyim bunu. Birdə demək dekabr-fevral qış fəslidir. Qış olanda mülayim gəlir. Amma 2-də, yəni cənub subekvatorialında yay fəslidir. Yay olanda ekvatorial, cənub subekvatoriala təsir göstərir. Hər iki halda yağıntılı olur A variantı, A bəndi. İkisinə də uyğundur cavabdır. Baxanı götürəcəyik. Sonra davam edirik. Deyək ki, ikinci məntəqə yayda tropik hava kütləsinin. Yayda indi qeyd elədim ki, dekabr-fevral ayları yaydır. Yayda həmin əraziyə tropik yox, ekvatorial hava kütləsi təsir göstərir. Bu doğru cavab deyil. Birinci məntəqənin ən soyuq ayının orada temperaturu 20 dərəcədir. Subtropik iqlim quşağında yerləşir. Subtropik iqlim quşağında 20 dərəcə çox yüksək temperaturdur. Da ola bilməz belə hal. Sonra deyək ki, hər iki məntəqəyə yay ayları daha rütubətli və isti keçir. Heç qəti düz deyil. Çünki birində yay ayı rütubətli keçir, o birində qış. Məsələn, bunu biraz yaxınlaşıb danışsaq, burada subtropik iqlim quşağıdsa, yayda bura tropik iqlim quşağı təsir göstərir, isti quru olur. İsti quru. Tropik özü necəsə elə də. Burada isə yayda ekvatorial hava kütləsinin təsirinə məruz qalır və isti rütubətli olur. Ona görə də bu fikir hər iki məntəqəyə uyğun deyil. Birinci məntəqənin illik temperatur amplitudu ikinci məntəqənin amplitudundan yüksəkdir. Çünki həqiqətən elədir. Çünki bura ekvatora çox yaxın bir ərazidir. Bu iki məntəqəsi ekvatora çox yaxındır, amma bir uzaqdır, ekvator xətti. Bilirsiniz ki, ekvatorial ərazilərdə temperaturun illik amplitudu elə də böyük olmur. Ona görə də Y bəndi də burada cavab olacaq. İkinci məntəqə il boyu passat küləklərin təsirinə məruz qalır. Ekvatora yaxın ərazidir. Bayaq dedim ki, ekvatora yaxın olan ərazilər passat küləklərinin təsirinə məruz qalır. A, E, F ilə C variantı doğrudur. 106-cı suala baxırıq. 106-da deyir ki, xəritə sxemdə verilən 1 və 2 məntəqələrində şəkli sildək. Xəritədə verilən birinci və ikinci məntəqələr üçün uyğun gələn əlamətləri müəyyən edin.
Ərazilərə fikir versək, biri mülayim dəniz tipinə bənzəyir, digəri isə mülayim musson tipinə bənzəyir. İqlim formalaşmasında isti okean cərəyanlarının təsiri böyükdür. Birə elə də yox, yəni bu uyğun gələn, hər ikisinə uyğun gələn əlamətləri soruşur. Bir dəqiqə, yox, cavab variantlarında görünür ki, ayrı-ayrı verəcəyik cavablar. İqlimin formalaşmasında isti okean, bəli, burada Şimali Atlantika cərəyanının, Norveç cərəyanının, yəni Şimali Atlantika cərəyanının böyük təsiri var. Ona da görə də bu birinci fikir bu birə yazılacaq. Yağıntılar il boyu təxminən bərabər paylanır. Mülayimin dəniz tipidir həmin bu ikinci məntəqə. Burada da yağıntılar il boyu demək olar ki, bərabər paylanır. Sonra yağıntılar əsasən yay aylarında, o biri aiddir, birisi ki musson tipidir. Mussonda əsasən yayda yağış yağır, yağıntılı olur. Mövsümi küləklər, yəni mussonların təsiri aydın hiss olunursa, demək ki bu 3 idi, bura 4 yazacağıq. Sonra keçdik musson küləyindən söhbət edirik. Qışda materikdən gələn küləklərin təsiri altındadır. Qışda, yayda musson küləklər okeandan quruya doğru, qışda isə qurudan okeana doğru əsir. Ona görə yenə də bu 5-ci bənd də bura aid olacaq. 6-da deyir ki, daimi küləklər, yəni qərb küləklərinin, birisi ki Avropanın qərb sahələrinə, tropik enliklərdən mülayimə əsən qərb küləklərinin təsiri böyükdür. Həm də ki, bura orta enliklərdir, ona görə qərb küləklərinin istiqaməti də biraz belədir. Axı, bu hissədə Avropanın qərb sahələrində okeandan quruya daha çox gəlir, ona görə. O da bura yazılar. Olacaq 1, 2, 6, 3, 4, 5 C variantı. C yox, yerlər səhvdir. Belə. 3, 4, 5, 1, 2, 6. 106-cı suala da baxdıq. Keçək 107-ci suala. 107-ci sualda deyir ki, xəritə sxemlər təsvir ilə də yaxşı görüşmür. PDF ilə hazırlanıb ona görə. Amma mən görməyə çalışacağım. Bir tropik iqlim quşağıdır. Dəqiq göründü. Bir tropik iqlim. Sizdə testdə var da, orada testdə şəkli görürsünüz. Birinci tropik iqlim quşağına düşür. 3 isə ekvatorial iqlim quşağıdır. Bax, sağ tərəfdə çəkdim mən o şəkli. Deyir ki, havanın mütləq və nisbi rütubətliyi yüksəkdir. Ümumiyyətlə, havanın rütubətliyi yüksəkdirsə, demək ki, burada tropik iqlimdən söhbət gedir də bu. Daha doğrusu ekvatorial. Xəritə sxemində havanın mütləq və nisbi rütubətliyi yüksəkdir. Yəni bu A ekvatoriala aiddir. 3-ə A yazacağıq. Sonra deyək ki, havanın mütləq və nisbi rütubətliyi az, nisbi rütubətliyi yüksəkdir. Havanın mütləq rütubətliyi az, nisbi rütubətliyi isə yüksəkdir. Burada 2 də var. Heç 2-ni görməmişik burada. Subantarktik iqlim, ümumiyyətlə bu Antarktik iqlim quşağına düşür ki. Demək, havanın mütləq rütubəti azdır. Havanın çünki tərkibində su buxarının qramı azdır. Amma nisbi rütubət çoxdur. Çünki maksimal rütubət götürmə qabiliyyəti demək azdır ona görə. Ona görə də bu bənd 2-yə uyğun olacaq. Yəni B-ni bura yazırıq avtomatik. Sonra havanın rütubət tutumu yüksək, yəni tropik iqlim quşağıdır. Tropik iqlim quşağında havanın rütubət tutumu yüksək olur. Çünki çox istidir axı. Amma nisbi rütubətli az olacaq. Çünki hava istidirsə də buxarlanma baş vermir də. Çünki su yoxdur axı. Quru qum səthidir. Oradan su buxarlanması prosesi zəif gedir ona görə. 107-ci sualın cavabı baxımdan A olacaq. Demək, 1-ə oldu C, 2-yə oldu B, 3-ə A. Növbəti sual. 108 deyir ki, xəritə sxemdə hərflərlə verilmiş məntəqələrə aid olan əlamətləri müəyyən edin. Gəlin tapaq görə bura haradır. Ondan sonra davam eləyər istəyirsiniz. Sağ tərəfdəki xəritədə daha aydın görünəcək. Bura subtropik iqlim quşağının aralıq dəniz tipidir A. Qələmi biraz nazik eləyək. Çox qalındır. İşləmək olur. Demək, bura A-dır. Sonra keçdik, C məntəqəsi yerləşir şimal subekvatorial iqlim quşağında. D isə cənub subekvatorial iqlim quşağında yerləşir D məntəqəsi. Demək, B məntəqəsi isə subtropik iqlim quşağının aralıq dəniz tipində cənubda yerləşir. Nəsə soruşur? İyun, avqust ayları rütubətli olur. Hər birini ayrı-ayrılıqda yoxlasaq, subtropik iqlim quşağına iyun ayında tropik gəlir, isti quru olur. Bu ola bilməz. C düşür subekvatoriala, iyun-avqust aylarında yay fəsli, ekvatorial gəlir, subekvatorialda rütubətli olur. Demək, C-yə aid olacaq. Bu birinci fikrimiz bizim aid olur həm C-yə, C-yə 1 yazdım. Sonra iyun, demək, avqust ayları D məntəqəsində qış fəslində tropik gəlib isti quru olacaq. Yəni, buna da aid deyil. B məntəqəsində iyun-avqust ayları cənub yarımkürəsi olduğuna görə aralıq dəniz tipi daxil subtropikin.
İyun, avqust onun üçün qış aylarıdır. Qış ayları olanda mülayim hava kütləsinin təsirinə məruz qalır. Demək, həm də B-yə gedəcək 1. Demək, 1-ə nə alındı? 1-ə C, B. İndi keçək 2-yə. 2-də nədir? Dekabr, fevral ayının rütubətli olmasından danışır. İndi gəlin baxaq görək, burada nə məntiq çıxar. Demək, C. Dekabr, fevral ayları. Məsələn, A məntəqəsinə baxsaq, subtropikin aralıq dəniz tipidir. Qışdır, dekabr, fevral. Qış olanda mülayim hava kütləsinin təsirinə məruz qalır, bilirsiniz. Qütb tərəfdən gəlir də ona görə. Demək, həmin vaxtı rütubətli olacaq. Ona görə də buna 2 yaza bilərik rahat. Sonra keçək ikinciyə baxaq. Məsələn, bunu istifadə eləmişik də, yəni buna başqa aylara avqust demişik. Ona görə də bu D-yə bir dənə baxaq ki, bu D düzdür yoxsa yox. Çünki C ilə B-ni artıq yazmışıq. Demək, dekabr, fevral ayı cənub yarımkürəsində yay fəsli. Yay fəsli olanda da bura cənub subekvatorialda. Yay fəsli olanda ekvatorial hava kütləsinin təsirinə məruz qalıb bol yağıntı verəcək. 2-ni də burada yaza bilərik. Demək, 2-yə də olacaq A-na D. Bu keçid iqlim qurşaqlarına hava kütlələrinin təsiri ilə bağlıdır da bu suallar. Yəni ki, siz bilməlisiniz ki, məsələn, yayda bura hansı hava kütləsi təsir göstərir? Məsələn, yayda subtropikə təsir göstərir tropik. O da iyun-iyul avqust ayları. Qışda isə mülayim, yəni dekabr, yanvar, fevral. Şimal subekvatorialına yayda, yəni iyun-iyul avqustda ekvatorial təsir göstərir. Qışda tropik. Yəni dekabr, yanvar, fevral. Yəni bizdə olduğu kimi də ayları. Amma cənub yarımkürəsində fəsil bizdən fərqli olduğuna görə yay deyəndə dekabr, yanvar, fevralda ekvatorial təsir göstərəcək. Qış deyəndə demək, iyun-iyul avqustda da tropik təsir göstərəcək. Subtropik iqlim qurşağının aralıq dəniz tipinə yay deyəndə, yəni dekabr, yanvar, fevral aylarında tropik təsir göstərəcək. Qış deyəndə mülayim təsir göstərəcək. Yəni ki, iyun-iyul avqust aylarında. Burada məsələ odur ki, fəslin ayları yəni cənub yarımkürəsində, şimal yarımkürəsində tamamilə fərqlidir. Sual o yöndə idi. Yəni o bilikləri özü yoxlamaq istəyirlərdi o sualda. Cavab variantını qeyd elədiyimi yox eləməmişik. CB, AD desək, yəni daha doğrusu BC olur da bunun yeri. Sırası belədir BC. BC, AD, o da Y variantında 108-ini yazdı. 109-cu suala baxaq. Deyir ki, 109-cu sualda deyir ki, iqlim diaqramı xəritə sxemdə hansı məntəqəyə aid olduğunu müəyyən eləyin. Təbii ki, görürsünüz ki, burada fikir verirsiniz ki, yay ayları quraq keçib. Fikir verin, yay ayları quraq keçib. Burada 2-də mülayimin dəniz tipidir. Yağıntılar ekvatoriala bənzəyir biraz. Yəni, təxminən bərabər rütubətli olur. Ona görə də 2 ola bilməz. 2-ni çıxarıq. Sonra ki, burada isə 1-də subtropikin, biraz aşağı səsi tropikdir, yuxarısı səsi subtropikin musson tipidir. Yəni, belə olmalıydı, orta hissədik olmalıydı, qıraqlar çökək aşağıda olmalıydı. Təbii ki, o da deyil. 3-ə uyğundur. Bəs niyə? 3 subtropik iqlim qurşağının Amerika Birləşmiş Ştatlarında həmin hissənin xəritəsini gətirdim. 3 aralıq dəniz tipidir. Subtropik iqlim qurşağının aralıq dəniz tipidir. Aralıq dəniz tipində də bilirsiniz ki, kənar hissələr qış ayları rütubətli olur, yay ayları quraq. Çünki yayda tropik hava kütləsinin təsiri altında olur deyə quraq olur. Rütubət sevən bitki yayılmışdır. Aralıq dənizində elə deyil. Dağrı relyef üstünü, çünki birisi orada Kordilyer dağları var. İl boyu eyni hava kütləsi deyil. Çünki subtropik daxı, bir də subtropik iqlim qurşağı yerləşir. Demək 3 olacaq. 3-ə də nə gedəcək? B, D idi hələlik. Görək başqa variantlar varmı? Yay ayları şimaldan gələn, yayda cənubdan gələn hava kütlələri üstünü təşkil edir. O da deyil. Demək nə yazdıq ora biz? 109-da 3 dedik, ona da BD yazdıq. 3 deyib BD yazmışıqsa variant Y. Növbəti sual biraz fərqli sual tipi idi. Çox da deməzdim, amma o tipli suallar elə də çox öyrəşməmişik. 110-cu sual uyğunluğu müəyyən edin deyir. Mülayim kontinental. Burada tiplər xəritəsi burada ekrandadır. Ona görə düşünürəm ki, bu sual yazanda çətinlik olmamalıdır. Mülayim kontinental, tropik dəniz, kontinental mülayim kəskin. Yəni mülayim kəskin demək istəyir. Mülayim dəniz. Mangistau yarımadası, Florida yarımadası, Yucatan yarımadası, Ütlandiya yarımadası, demək Krım yarımadası. Tropik iqlim qurşağının dəniz tipidir bura. Baxın. Rütubətli tropik sözü var burada. Burası da Yucatan yarımadası. Demək ki, bu hissə kontinental tipi idi. Demək ki, tropik dəniz dedisə, ona nədir bu da? Florida. Floridanın da cənub hissəsi düşür də. Ona görə də Yucatan yox, Florida işarələmək lazım idi. Floridaya gedəcək tropikin dəniz tipi B1-ə düşər. Sonra keçdik
Floridanı artıq istifadə eləmişik. Mülayim dəniz tipinə bura baxın Qərbi Avropaya, Jutlandiya yarımadası, Danimarkanın, Almaniyanın yerləşdiyi Jutlandiya yarımadası uyğun gələcək mülayim dəniz tipinə. Yəni ki, C-ni gətirib bura 4-ə yazacağıq, 4-ə C. Krım yarımadası bu hissədə Şərqi Avropada yerləşir. O da mülayim kontinental tipinə aiddir. D bura yazılacaq təbii ki. Bunu da çıxırıq. Mangistau yarımadası kəskin kontinental. Mangistau bu hissədə yerləşir. Qazaxıstanın ərazisidir. O da mülayimin kəskin kontinental tipinə aiddir. A-nı da bu hissəyə yazarıq. Demək, ardıcıllıq belə anlarda D, B, A, C. D, B, A, C, D variantında var. Növbəti suala baxırıq. Uyğunluğu müəyyən edin. Yay isti və rütubətli, yay isti və qurudur. İl boyu isti və rütubətlidir. İl boyu isti və rütubətlidirsə, demək bu ekvator iqlim quşağının xüsusiyyətidir. Heç bir iqlim quşağında belə bir söz yoxdur. İl boyu isti rütubətli olmaq yalnız ekvatorial xarakterlikdir. Ona da hara uyğun gələr? Sumatra adası ilə Malakka yarımadası ilə Sumatra. Çünki hər ikisi ekvatorial iqlim quşağına düşür. Sumatra, Malakka. Demək, il boyu isti rütubətliyə yazarıq B, D. Sonra yay, bu hissə. Yox, yay idi bu, il bu. B, D. Sonra keçdik. Yayı isti və rütubətlidirsə, demək, yayda ekvatorial hava kütləsinin təsiri qalan, çünki ekvatorial isti rütubətlidir axı. Bura subekvatorial iqlim quşağında yerləşir Hindistan, həm də mussonda yerləşir. Yayda ekvatorialın təsirinə məruz qalar. F-i götürərik. Bir də yay aylarında Arximед yarımadasının cənub yarımkürəsində yay olanda ekvatorialın təsirinə məruz qalacaq. C-ni götürərik. Yəni CF-i birinciyə yay isti rütubətli olan variantı götürərik. Sonra gəlir yay isti və quraq olsun. Yay isti quraq olsa, onda bu daha çox subtropik iqlim quşağının Aralıq dənizi iqlim tipinə aiddir. Çünki orada yayda tropik hava kütləsinin təsiri altında olur. Məsələn, Kiçik Asiya yarımadası Türkiyə yayda tropik hava kütləsi gəlir, isti qonşusunun xüsusiyyətini daşıyır da. Bir də ki, Siciliya adası İtaliyada hər ikisinə tropik təsir göstərir deyə yay isti quraq olacaq. Ona görə də A-la C də bura uyğun, A-la I bura uyğun gəlir. Demək, belə alınır da CF, AY, BD. CF, AY, BD də B variantında var. Digər variantlar baxmıram mən, çünki konkret cavab olan sualdır ona görə. Növbəti suallara baxaq. Növbəti suallarda deyir ki, xəritə sxemdə verilmiş birinci məntəqədə yağıntıların miqdarı 250-300 mm. Yəni, bura Sibir kəskin kontinental tipli mülayimin. İkinci məntəqədə isə 700-800 mm. Bu da subtropik iqlim quşağının Aralıq dəniz tipidir. Lakin birinci məntəqədə ifrat rütubətlənmədir. İkincidə isə rütubət çatışmazlıq şəraiti yaradır. Bunun səbəbi çox sadə bir səbəbi var. Baxmayaq ki, bura 700-800 mm yağıntı olur, amma burada 250-300 mm yağıntı olur. Deyir ki, bura rütubətli, bura bataqlıqdır, məsələn, bataqlıq. Bura isə quraqlıqdır. Səbəb nədir? Rütubət çatışmazlığı quraqlıq deməkdir. Səbəb çox sadədir. Çünki ikinci məntəqənin olduğu yer iqlimi isti olduğuna görə buxarlanma qabiliyyəti yüksəkdir. Bu istidir, bura isə soyuqdur. O səbəbdəndir. Ona görə də variantlara bir-bir baxsaq, mülayim hava kütlələrinin birinci məntəqə, bu heç o deyil. Buxarlanmanın yox, buxarlanma qabiliyyəti məsələsindən olmalıdır. Həm birinci məntəqə çox, birinci məntəqədə nə də çox da deyil, ikincidə çoxdur. Birinci məntəqə yağıntının il boyu yağıntının məsələyə dəxli yoxdur. İkinci məntəqə suvarma əkinçiliyi, bu buxarlanmaya aidiyyəti yoxdur bu söhbətin. Demək, buxarlanma qabiliyyəti birinci məntəqədə azdır, ikincidə çoxdur. O da nəyə bağlıdır? İstiliyə. İsti çoxdur deyə buxarlanma qabiliyyəti də çoxdur. Amma o digərində isə istilik azdır deyə buxarlanma qabiliyyəti də azdır. Y variantı 12-ci sualı həll elədik. 13-cü sual. Deyək ki, mülayim kontinental, kəskin kontinental, mülayim dəniz iqlim tiplərindən danışır. Şəhərləri verib, şəhərlərə baxacağıq. Demək, Brüssel şəhəri, Belçikanın paytaxtıdır Brüssel. Burada yerləşir. Siz yaxından göstərin, bu nöqtəni qoyduğum yerdə. Təbii ki, mülayim dəniz tipidir. Ona görə də A bura yazılacaq. Sonra Irkutsk şəhəri Sibirdədir burada Rusiyadan. Mülayimin kəskin kontinental tipini yazılacaq. B-ni bura yazarıq. Sonra Novosibirsk. Novosibirsk'in elə adından da görünür ki, Sibirdən söhbət gedir bu hissədə. Ona görə də bu Novosibirsk də kəskin kontinentala yazılacaq. C bura yazılar.
Sonra keçdik Kiyev şəhəri Ukraynanın paytaxtı. Ukraynadakı yerləşir mülayim iqlim quşağının mülayim kontinental tipində. Yəni bunu da Kiyevdə bura yazarıq. Sonda Kopenhagen demək Danimarkanın paytaxtı bilirsiniz. O da mülayim Jutlandiya yarımadasında yerləşir. O da mülayimin dəniz tipidir. Yəni, o da bura yazılacaq Y. Demək belə olacaq da D, B, C, A, Y. A variantı. Sonra keçdik. Xəritə sxemə əsasən məntəqələr üzrə yağıntıların orta illik miqdarının artma arzularını müəyyən edin. Çox sadə bir üsul mən sizə deyəcəm. Bilirsiniz, dünyada ən az yağıntı yağan yer buradır. Əgər verilən məntəq cavabı variantlarının hansında bu sualı variantla tapsaz daha yaxşı olur. Mən sizə təxmin deyə bilərəm, amma biraz daha çox professionallıq tələb edir, sözün açığı. Birbaşa cavabı yazmaq. Amma belə də yaza bilərsiniz. Məsələn, baxın, verilənlərin içərisində Kamerun vulkanı, Afrikanın ekvatorial iqlim qurşağında yerləşən Kamerun vulkanı ən çox yağıntıya malikdir. Dünyanın ən az yağıntı yağan yeri isə 2-dir. Yağıntının artma arzuluğu deyirsə, əgər variantların hansındasa 2 varsa, 2 ən öndə olmalı. Çünki o ən azdır. Məsələn, bax, burada 2 var, amma ən öndə deyil. Burada da var, ən öndə deyil. 2 variant çıxar. Əgər 3 varsa, 3 ən çox yağıntı olan yerdir. O ən sonda olmalıydı. Bax, fikir verin, burada belə çıxır ki, 3-də ən az yağıntı var. Bax, burada. Ola bilməz. Burada isə güya ki, yağıntıya görə ikincidir. Bu 4 ilə 6 da güya buradan çoxdur. Məsələn, Mərkəzi Asiyanın yağıntısı demək, Qvineya körfəzi sahilinə ekvatorialdan çox ola bilməz axı. Ona görə də bunu sıxırıq. Sadə, doğru cavab 8 alır. Sonra da yoxlaya bilərsiniz ki, təxminən görün, bu sizin fikrinizə uyğun gəlir, yoxsa yox. Xəritə sxemə əsasən məntəqələr üzrə, demək, burada cavab variantı B olmuşdur. Xəritə sxemə əsasən məntəqələr üzrə yağıntıların orta illik miqdarının azalma arzuluğunu müəyyən edin. Demək, azalsın. Demək, 2 varsa eyni sualdır. Ən sonda olmalı, çünki o ən azdır. 3 varsa 3 ən öndə olmalıdır. Baxın, 2 var ən sonda deyil. 2 var ən sonda deyil. 3 var ən öndə deyil. Belə variant yoxdur. 3 ikisində var, həmsində qabağıdır. Onda keçirik başqa bir taktikaya. Səhralara baxırıq. Bu Atakama səhrasıdır. Bu da Qazaxıstanda Qızılqum Qaraqum səhrası. Yəni 6 gəlirsə, 6 ilə 2 və 6 gəlirsə, onlar ən öndə olmalıdır. Fikir verirsiniz, bir daha öndə ola bilməz tropikin rütubətli tipidir. Amma 6 səhradır. Ona görə də hər iki variantda bu silinəcək. Məsələn, burada oldu. Deyək ki, 6 daha doğrusu sonda gəlməlidir. Çünki burada yağıntıların miqdarının azalmasını deyir. 6 var idisə, fikir verirsiniz, 2 var, ən sondadır. Bu düzdür. Amma 2-nin yanında 6 olmalıdır. Çünki 2-dən sonra ən az yağıntı, daha biraz belə deyək, ən az 2-dir, ondan biraz azdır, amma ondan nisbətən çox olan 6-dır. Ona görə də burada 6-dan sonra 5-4 gələ bilməz. 6-dan sonra yalnız 2 gələ bilər. Çünki 6-dan daha az yağıntı olan yer cəmi 2-dir. Atakama səhrası. O səbəbdən belə bir çıxmalar aparsaq, doğru cavab 115-də demək Y olacaq. Növbəti suala baxaq. Xəritə sxemdə rəqəmlərlə göstərilən məntəqələrə uyğun gələn iqlim diaqramı müəyyən edin. Burası subekvatorial iqlim qurşağıdır. Şimal Arnhem-Lend yarımadası. Bu da subtropik iqlim qurşağının aralıq dəniz tipi yerləşir. Doğru cavablara, daha doğrusu qrafiklərə baxsaq, şimal subekvatorialdır. Daha doğrusu cənub subekvatorialında. Cənub subekvatorialı üçün demək, orta hissə dik olmalıdır. Çünki burada Arnhem-Lenddən danışırıq da bu hissə. Yayda bura demək, yay aylarında ekvatorial hava kütləsi təsir göstərir və rütubətli olur. Amma cənub yarımkürəsi olduğuna görə bunun yay ayları kənar hissələr hündür olacaq. Demək ki, bu 1-ə Arnhem-Lenddə 1-ə 1 gedəcək. Sonra aşağı hissədə bu hissə subtropik iqlim qurşağının aralıq dəniz tipidir. Aralıq dəniz tipində demək, bura yayda tropik hava kütləsi təsir göstərir. Qışda isə, qış deyəndə bilirsiniz ki, iyun-iyul avqust ayına söhbət gedir. Mülayimin təsirinə yağıntı olur. Yəni orta hissə dik olmalıydı. O da ki 4-ə uyğun gələcək. Demək, doğru cavab olacaq 2-yə 4, 1-ə 1, 2-yə 4 B variantı. 117-ci suala baxaq. Deyir ki, xəritə sxemi yenə də qrafiklərdir. Qrafiklər məndə burada da vardı. Tədris hansı kitabdan tədris aparmısınızsa, daha doğrusu dərs almışsınızsa, o kitabda var. Xəritə sxemdə rəqəmlərlə göstərilən məntəqələrə uyğun gələn iqlim diaqramlarını istəyir bizdən. Baxaq 1-ə. Bir şimal subekvatorialdır. İstəyirsiniz bu xəritənin üstündə mən onu sizə danışım.
Bax burada Cənubi Amerikada. Bax buranı verib. Şimal subekvatorialdır. Yayda ekvatorial hava kütləsinin təsiri altında isti və rütubətli olacaq. Qışda isə isti və quru. Demək, sütunun orta hissələri dik olan bir qrafik verməlisiniz. Orta temperatur grafikinə də fikir verməlisiniz ki, onun da temperaturu çox olsun. 5 gedəcək. 5 uyğun gələcək 1-ə. Bura yazıram 5. Sonra keçdik 2 isə cənub subekvatorialı. Burada isə yenə də yayda ekvatorial təsir göstərəcək, amma bu yay iyun-iyul avqust ayı olmayacaq. Dekabr, yanvar, fevral ayları olacaq. O da 3 uyğun gəlir. Demək 5-3 gedəcəksə A variantı uyğun gələ bilər. Bir dəqiqə baxaq. Bir də şimal subekvatorialında 5 olsa, cənub subekvatorialında da 3 olar. 5-3. 5-3 deyəndə belə oldu. 3-5 yox, 5-3 getmişdi. Ardıcıllıq belə. Sonra keçdik. Verilən iqlim diaqramına müvafiq gələn məntəqələri müəyyənləşdirin. Fikir verirsinizsə, orta hissə bu musson iqlimidir. Çünki yay aylarında orta hissə çox dikdir. Hədsiz dərəcə çox yağıntı yağır. Bu tropik səhradır. Çünki temperatur çox yüksəkdir, amma yağıntı yağmayıb demək olar ki. Bu isə cənub yarımkürəsində çox soyuq, ifrat soyuq bir ərazidən söhbət gedir. Təbii ki, o da Antarktidadan söhbət gedə bilər orada. Ona görə də demək baxaq görə qrafiklərdə nə alınıb. Birə bir də baxaq. Yarısı o tərəfdə mussona verərik bir də. Musson nə olacaq görək. Kolombo Şri Lankanın paytaxtıdır, amma ekvatora daha yaxındır. O qalsın. Tokyo ola bilər. İkincisi də səhralar olduğuna görə Ədən ola bilər. Bu körfəzin sahilləri. Bir də ki, Antarktidada Erebus vulkanı ola bilər. Y variantı 118-ə doğru idi. Şimali Amerikanın ucqar nöqtələrinin yerləşdiyi ölkə və iqlim quşaqlarının düzgün verildiyi sıranı müəyyən edin. İstəyirsiniz onu hamısını mən danışım, ondan sonra biz testə keçək. Bax, şimalda burada Murchison burnudur. Demək, Bute yarımadasında Kanadada yerləşir. Arktik iqlim quşağıdır. Bu hissədə Mariato burnudur. Panamada yerləşir. Subekvatorial iqlim quşağıdır. St. Charles burnudur bu hissədə. Subarktik iqlim quşağında yerləşir. Kanadadır. Bu da Wales şəhzadəsidir. O da Alyaskada, ABŞ-da yerləşir. Belə. Demək, doğru cavablara, variantlara baxsaq, demək, bir də ABŞ yox, şimalda Kanadaya düşər. Cənub Mariato, Panama, subekvatorial 2 düzdür. Qərbdə Wales şəhzadəsi, ABŞ subarktik düzdür. Buradaydı, o mən indi dediyim sizə. Sonra şərqdə St. Charles, Kanada, arktik yox, subarktik idi. Bunda çıxırıq. Doğru cavab 2-3-B variantı. Asan bir sual idi. Sadəcə öyrənmişdiniz də yəqin ki onu. 120-ci suala baxırıq. Dərsdə öyrəndiyiniz bir material idi. Yağıntıların il ərzində qeyri-bərabər paylanması zəngin aqroiqlim ehtiyatlarına. Zəngin aqroiqlim ehtiyatına malikdirsə, demək ki, soyuq yerlər cavab deyil. 2-5 cavab deyilsə, 2-5 avtomatik çıxanda görürsünüz cavab birbaşa elə Y variantı olaraq. Elə bir dənə bu sözə görə cavab var. İkincisi, mövsümdən asılı olaraq həm alçaq, həm də yüksək tərcih formalaşır. Demək ki, bu ya subekvatorialdır, ya da ki, demək, subtropik, subarktik, subantarktik, yəni subnon olan bir iqlim quşağıdır ki, qonşu hava kütləsinin təsirinə məruz qalır. Yayda birinin, qışda birinin təsirinə məruz qalır. Ona görə də bu belə olacaq. Buradan da, amma 4-də görürsünüz ki, ekvatorialdır. Bu eyni hava kütləsidir. Bütün il boyu ekvatorial alçaq tərcih sahəsi. Demək ki, 1, 3, 6 doğru cavabdır. Belə, yəni, o birincidən aydın idi ancaq onun cavabı. 121-ci sual deyir ki, əlamətləri verilən ölkələrin şimal hissəsi üçün iqlim diaqramı müəyyən edin. Ölkənin şimalından danışacaq. Hansı ölkəni bizə versə, biz həmin ölkənin şimalından danışacağıq. Əlamətləri verilən. Ərazisində seismik proseslər aktiv deyil. Demək ki, seismikdən kənarda. Ərazisində Səhrai Hillər gölü Avstraliyada yerləşir. Bu hissədə. Demək, söhbət Avstraliyadan gedir. Avstraliyanın şimal hissəsində də subekvatorial, amma cənub subekvatorial iqlim quşağı yerləşir. Ora aid olan qrafiki bizdən istəyirsə, təbii ki, çox rahatçılıqla biz onun cavabını verə bilərik. Orta hissəsi çökək olan, çünki deyəcəm niyə belə? Çünki bura demək, iyun, iyul, avqust aylarında subekvatorial üçün qış aylardır. Qışda da tropik gəlir. Bura cənub yarımkürəsidir, unutmayın. Ona görə də burada C variantı doğru olacaq. 5 qrafik bura uyğun idi. Sonra keçdik bu tərəfə. Baxaq, cədvəli tamamlayın deyir.
Cənubi Avropa birincisi iqlim qurşağısa fikir versə vilayətlərdən gəlir. Bu demək bu subtropikdir. Nədən başa düşdün? Çünki Cənubi Avropa subtropik iqlim qurşağının Aralıq dənizi tipində yerləşir. Ümumiyyətlə bu Cənubi Avropadan söhbət eləyirsə, Aralıq dənizinin sahilinə, demək ki, burada subtropik iqlim qurşağından danışacağıq da. Bu iqlim qurşağının tipi budur. Burada dəniz Orta Sibiri görəndə başa düşürük ki, ikiyə mülayim iqlim qurşağından söhbət gedir. Mülayim. Sonra və muson 5 bucaqlıdır. Fikir verin, bu 6 tinli var ha, 6 bucaqlı bir fiqur. Bu həmin vilayətin, iqlim vilayətinin yayıldığı ərazini göstərir. Subtropik muson tipi yerləşir. Məsələn, ərazi olaraq Şərqi Asiyada ola bilər, ABŞ-ın şərqi də ola bilər. Çox güman ki, burada Şərqi Asiya olacaq. Hələlik onu saxlayaq, 3-ə baxaq sonra. Cənubi Avropada subtropik iqlim qurşağının Aralıq dənizi iqlim tipi yerləşir. Yəni tipin adı Aralıq dənizi olmalı idi. Aralıq dənizi. Elə xeyli cavaba yaxınlaşmışıq. Yaxınlaşmışkən elə baxaq bir-bir. Demək ki, bu subekvatorial səhv, birə mülayim yazmağı səhv, sonra tropik səhv. Elə bir dənə fikir verin, elə bir dənə heç nəyə ehtiyac olmadı. Fikir versin, bir dənə bura subtropik yazanda elə cavab variantı aydınlaşdı. Sonra bu mülayim oldu, bu da aydınlaşdı. Sonra işte Aralıq dənizi demişdik bura, Aralıq dənizi oldu. Sonra 4-də kontinental iqlim tipi Sibir olacaq. Bu Sibirdə kontinentaldır, kəskin kontinentaldır hətta. O da düz gəldi. Şərqi Asiya subtropikdə bu yax demişdim, bura Şərqi Asiya, bir də ABŞ-ın şərqi ola bilərdi. O düz gəldi. Qərbi Avropada da mülayimin dəniz tipi də Qərbi Avropada yerləşir. Burada bu da Qərbi Avropa. Qalanları da hamısı aydın idi. Baxıb özünüz üçün tam araşdıra biləsiniz deyini, onu biraz dərindən izah elədim. Suallar o qədər uzundur ki, tam yerləşmir ekrana. Demək, 123-cü sualda deyir ki, Euler-Venn diaqramına uyğun gələn bəndləri müəyyən eləyin. Bir də deyir ki, Avrasiyanın Afrikadan danışacağıq. Buxarlama qabiliyyəti və buxarlama arasındakı fərqin böyük olduğu ərazilər geniş bir sahə tutubsa, yəni ki, bir yerdə buxarlama qabiliyyəti və buxarlama arasında böyük fərq varsa, demək orada səhralar çoxdur. Səhralar da həm Avrasiya materikinin mərkəzi hissəsində, həm də Ərəbistan, İran tərəfdə var. Mərkəzi Asiyada daha çoxdur. Çində hətta Qobi səhrası da var. Bu Afrikadakı bir hissədə tropik iqlim çoxdur. Orada səhraları böyük olan materikdir. Orta xüsusiyyətdə ortaya yazacağıq. Sonra deyir ki, iqlimin formalaşmasında ekvatorun kəsdiyi bütün okeanların təsiri böyükdür. Afrikanın ekvator 3 okeanı kəsir, yəni Sakit okeanı, Atlantiki, Hindi. Afrika materikinin sahilində birisi ki, Sakit okean yoxdur, amma Avrasiyanın sahilində təbii ki var, təsiri də var. Ona görə də bu iki bu hissəyə yazılar. Sonra həm şimal, həm də cənub passat təsirinə məruz qalırsa, bu Afrikadır. Çünki Afrikanın ortasından ekvatorial keçir. Şimal passatlarının, cənub passatlarının hər ikisinin təsiri var. Amma Avrasiya materiki cənub yarımkürəsinə düşmür. Ona görə də onun təsiri olmayacaq. Üçü demək Afrikaya yazarıq. Çünki həm şimal, həm də cənub passatı demişdik. Sonra keçdik, deyir ki, qərb sahillərində soğuk cəryanın təsiri daha böyükdür. Avrasiya materikinin qərb sahillərində burada demək, Şimali Atlantika isti cəryanın təsiri var. Amma Afrikanın qərb sahillərində Kanar cəryanından Bengal cəryanının təsiri var. Bu Afrikaya aid olan bir fikirdir. 4-ü buraya yazarıq. Sonra deyir ki, sonraki isə şimal sahilləri mülayim hava kütlələrinin təsirinə məruz qalır. Avrasiya materik şimal hissələri mülayim hava kütlələrinin təsirinə məruz qalırsa, ortaq cəhət olacaq, deyim nəyə görə. Çünki, bax, məsəl üçün, Avrasiya materikində subarktikaya yayda mülayim hava kütləsi təsir göstərir. Düzdür? Burada isə subtropikin Aralıq dənizi var. Bura qışda mülayim hava kütləsi təsir göstərir. Yəni, bu ortaq bir cəhətdir. Çox maraqlı bir sualda açıq mən sizə deyim. Sonra keçdik o tərəfə, növbəti tropik və subekvator iqlim qurşaqları zolaq əmələ gətirmədiyi iqlim qurşağı isə təbii ki, Avrasiya materikidir. Mən əvvəlki suallarda bu barədə danışdım. Görürsünüz, tropik iqlim qurşağı gəlir, bu hissədə kəsilir. Subekvatorialda bu hissədə kəsilir. Yəni, bunlar normalda olmalıdırlar. Belə, biri biraz aşağıda, digəri biraz yuxarıda, amma bunlar qarşı-qarşıdırlar. Tam zolaq təşkil etməyiblər. Bu məsələ var. Ona görə də bu da Avrasiya materikinə uyğun gələcək 2-6, 3-4, 1-5 ilə A variantı doğrudur. Demək, cənub və qərb yarımkürəsində yerləşən A düzənliyinin ərazisində yarımsəhra landşaftı formalaşmışdır. Cənub və qərb yarımkürəsindən söhbət gedirsə, ekvatora görə aşağıda eləyəcək. Demək, Greenwich meridianına görə isə buralardan söhbət gedirsə, Patagoniyadan söhbət gedir demək. Patagoniyada həqiqətən yarımsəhra landşaftı formalaşmışdır.
həm də yayla. Patagoniya yayladır. Yayla da bilirsiniz ki, düzənliyin bir növü sayılır. Materikin ən böyük adası yerləşən ərazisində mülayim kontinental iqlim tipi formalaşır. Həqiqətən də bura görürsünüz, mülayim kontinental iqlim tipidir. Materikin ən böyük adası da odlu torpaq adasıdır. Bunun cənubunda yerləşir. Mətndə əlamətləri verilən düzənlik ilə bağlı uyğunsuzluğu müəyyən eləyin. Ərazisindən qütb işıqlanma qurşağında yerləşir. Qütb işıqlanma qurşağı 66,5 dərəcədən cənubda yerləşir. Bura mülayim işıqlanma qurşağıdır. Yanlış fikrə yanlış cavab verdiyinə görə uyğun olur, amma biz onu götürməməliyik. Biz uyğunsuzluğu götürməliyik. Argentinanın ərazisində yerləşir. Doğrudur, həqiqətən Argentinanın ərazisində yerləşir, amma bizə o lazım deyil. Çünki uyğunsuzluq soruşur. Sonra yerləşdiyi materik 3 işıqlanma qurşağında yerləşir. Bu yanlış olmalıdır. Bir də yerləşdiyi materik 3 işıqlanma qurşağında yerləşir. Bu Cənubi Amerika 3 yox 2 işıqlanma qurşağında yerləşir. Çünki 23,5 buradan keçir. Digər 23,5 bu tərəfdən. Cənubi Amerika düşür mülayim tropik işıqlanma qurşağı ilə mülayim işıqlanma qurşağının ikisində yerləşir. Buna görə də buna doğru deyib, amma yanlış desə uyğun olardı. Demək bu doğru sözü ilə bu uyğunsuzdur bir-birinə. 3'ü götürərik deyə variant. 125-ci sual deyir ki, xəritə sxemdə yayda bu belə eləyək. Xəritə sxemində əsasən yayda ekvatorial, qışda isə tropik hava kütlələrinin təsirinə məruz qalan əraziləri müəyyən edin. Mən sizə onu əvvəldən də dedim. Təbii ki, dərslərdən də bilirsiniz. Yayda ekvatorial hava kütləsi təsir göstərir subekvatoriala, belə hər iki subekvatoriala. Qışda isə tropik hava kütləsi təsir göstərir subekvatoriala, qışda isə tropik hava kütləsi təsir göstərir. Yəni bir tərəfdən baxsaq belə olur. Yayda ekvatorial gəlir, qışda tropik. Cənub yarımkürəsində də eyni vəziyyətdir. Yəni biz burada subekvatorial iqlim qurşağına düşmüş əraziləri seçməliyik. Orinoco balığı Gviyana yaylası idi bu. Bura Afrikada sahil adlanan hissə idi. Bu isə Arnhem yarımadasıdır. Gördüyünüz kimi hər üçü demək hər üçü subekvatorial iqlim qurşağıdır. Bura, bir də bura. Ona görə də doğru cavab olacaq 2, 3, 6. Növbəti suala baxaq. Şimali Amerikada subtropik iqlim qurşağının tipləri. Tiplər xəritəsinə keçək. Şimali Amerikaya baxaq. Şimali Amerikada subtropik iqlim qurşağı uşaqlar. Bax, bu hissəni əhatə eləyir. Bax, buranı. Əhatə eləyir buranı. İndi baxaq, adları da konkret olaraq yazılıb. Burası Aralıq dənizi tipidir, görürsünüz. Bura subtropikin kontinental tipidir. Yəni mərkəzdə, şərq hissədə isə musson. Yəni qərbdə Aralıq dənizi, mərkəzdə kontinental, şərqdə isə musson. Aralıq dənizi, kontinental, musson. 1, 2, 4 bu sualın cavabıdır. 127. Şimali Amerikada mülayim iqlim qurşağının tipləri. Yenə də həmin xəritə gözümüzün önündə. Qərb sahil əraziləri və Alyaska yarımadasında mülayim dəniz, biraz içəri hissələr mülayim kontinental tipi, lap mərkəzi hissələri böyük göllər sisteminin ətrafı kontinental, yəni kəskin kontinental, sahil əraziləri isə yenidən dəniz tipi. O demək, dəniz 2 dəfə təkrar olundu. Ona görə demək, mülayim dəniz olur, mülayim kontinental və kəskin kontinental. Kontinentalı, kəskin kontinentalı sadəcə kontinental da demək olar. Mülayim kontinental, mülayim dəniz. 1, 3, 5 bu sualda cavabdır. 29-cu suala baxırıq. Deyir, Avstraliya və Cənubi Amerikanın şərq sahillərində iqlimin qərbə nisbətən daha rütubətli olmasının səbəbi. Çox maraqlı bir sualdır. Deyir ki, bir daha deyirəm. Avstraliya və Cənubi Amerikanın şərq sahillərində, yəni soruşur ki, bu hissələr niyə görə hər ikisində, hər iki materikdə bu hissələr rütubətlidir? Səbəb soruşur bunu. Bir neçə səbəblər var. Birincisi odur ki, hər ikisindən isti cəryan keçir. Burada Braziliya cəryanı, burada Şərqi Avstraliya cəryanı. Bilirsiniz ki, sahil ərazilərindən isti cəryan keçəndə rütubətləndirir. Bu bir səbəbdir. İsti cəryan. Mən tamamı deyəcəm, cavablara baxarıq. İkincisi, passat küləklərinin tropik enliklərin yüksək təzyiq sahəsindən ekvatora doğru hərəkət edərkən okean üzərində formalaşmış rütubətli nəm hava kütləsini quruya gətirir və buralara çox yağıntı yağdırır. Burada da həmin prosesi ekvatora tərəf əsən passat küləkləri bu hissələrə çoxlu yağıntı verir. Bu ikinci səbəbdir. Üçüncü səbəb də ki, biraz burada Braziliya yaylası var. Bu hissə böyük su hissəsi var. Relyefə görə buradan okean tərəfdən hərəkət edən hava kütləsi biraz Braziliya yaylası çox hündür olmaz da az olsa təsir var, amma böyük su hissəsində də biraz təsir çoxdur. Qalxan hava şəraiti yaradır. Bilirsiniz ki, qalxan havada hər zaman hava hərəkət elədi. Yuxarıya qalxdısa bulud yaranıb yağıntı verəcək.
Bu da var. İsti cəryanları verib, dağlıq relyefin üstünü. Dağlıq deyərkən burada demək, Cənubi Amerika dağlıq deyil, yayladır. Yəni o dedim mən o sizə. Bir də ki, passatların təsiri 1, 2, 5-dir cavab. Dağlıq yeri biraz tam uyğun gəlməz. Çünki Cənubi Amerikada o yer dağlıq deyil, yayladır. Sualın nömrəsi 128 idi. 129-cu sualla davam edirik. Deyək ki, Afrika və Avstraliya materikləri üçün ümumi əlamətlər. Demək, həm Afrikanı götürək, həm də Avstraliyanın ümumi əlamətlərinə baxaq. Yerləşdikləri platformaların bünövrəsi Baykal qırışıqlığında əmələ gəlmişdir. Qədim platformalardır, bəli. Çünki qədim platformalar Baykal qırışıqlığında əmələ gəlir. Eyni okeanlarla əhatə olunurlar. Təbii ki, xeyir. Çünki Afrikanın bu tərəfində Atlantik okeanı ilə bu isə Hind okeanıdır. Amma Avstraliyada Hind okeanı ilə Sakit okeanıdır. Böyle bir məsələlər var. Atlantik okeanı Avstraliyaya aid deyil, Afrikaya aiddir. Sakit okeanda Avstraliyaya aiddir, Afrikaya aid deyil. Yəni belə bir məsələlər var. Bu iki çıxar. Şərq sahələrinin cənub-şərq passatları küləklərinin təsiri, bayaq o barədə mən danışdım. Cənub-şərq passatları hər ikisinin şərq sahilinə bol yağıntı gətirir. 3 düzdür. Geosinkronal qurşaqda yerləşmək, bilirsiniz ki, Avstraliya bütün seysmik sistemlərdən tamamilə kənarda yerləşən materikdir. Qətiyyən cavab ola bilməz. Sonra ərazisi 3 işıqlanma qurşağında yerləşməsi bu Afrikaya aiddir. Qırıq-qırıq xəttləri burada görürsünüz. Afrika yerləşir tropik işıqlanma qurşağı. Bu hissə düşür şimal mülayim işıqlanma qurşağına. Bu hissə düşür cənub mülayim işıqlanma qurşağı. Orta hissədə tropik işıqlanma qurşağıdır. 20 xəttlər idi bu qırıq-qırıq olanlar. Burada da var idi, bu belə gedir. Amma Avstraliyaya baxsaq görəcəksiniz 2 dənədir. Avstraliyada bir dənə tropik keçdi. Bu hissə düşdü şimal hissəsi düşdü tropik işıqlanma qurşağına. Cənub hissəsi isə düşəcək mülayim işıqlanma qurşağına. İqlim demirik, biraz o barədə ehtiyatlı olmaq lazım. Biz iqlimdən yox, işıqlanma qurşağından danışırıq. Bu ortaq deyil. Ərazinin çox hissəsində enən hava kütlələri üstünlüyü, bəli. Çünki həm Afrikada tropik enən hava üstünlüyü var, şimalda, cənubda. Avstraliyanın isə ərazisinin 60% tropik enən havaya düşür. Ona görə də hər ikisi üçün xarakterikdir. 1-3-6 cavabdır. 130-cu suala baxaq. Avrasiyada kontinental hava kütlələrinin hakim olduğu ərazilər. Kontinental iqlim tipi harda hakimsə oradır. Burada Kanadanın, ABŞ-ın mərkəzi hissələri olacaq bu hissələr. Bir də burada Sibir, Mərkəzi Asiya bu hissələr. Bir də tropik iqlim qurşağının Avrasiyada deyir, görək. Avrasiya deyir, bağışlayın. Avrasiya isə Sibir, Mərkəzi Asiya bu regiondur. Bir də Ərəbistan yarımadasında da tropikin kontinental tipidir. Demək, Mərkəzi Asiyadan Turanı, Ərəbistanı götürsək, bir də Qazaxırda təpəlik. Bu ikisi Mərkəzi Asiya aid idi, bu ikisi. Bu isə Ərəbistan. Britaniya yarımadası burada yerləşir, heç onun Avrasiya aidiyyəti yoxdur. Bu 3-cü düzənlik musson iqlimi yağıntılı bir ərazidir. Dekan yaylası musson iqlimi yağıntılı ərazidir. Yenə də deyirəm, hansısa sualda istisna variantı eləməsəm, o həmin o istisna varianta bağlı fikriniz olsa, şərh bölməsində sizi gözləyirəm. Suallarınızı hökmən cavablandırmağa çalışacağım inşallah. Avrasiyada musson iqlim tipinə hakim olduğu ərazilər, Avrasiya materikində 3 ərazini əhatə edir musson. Şərqi Asiyadır, Cənub-Şərqi Asiyadır, bir də Cənubi Asiyadır. Belə konkret bunun cavabı var. Onda həmin əraziyə nə düşər? Dekan yaylası Cənubi Asiya olacaq, Filippin Cənub-Şərqi Asiyadır, Koreya isə Şərqi Asiyadır. Qobi yaylası içəri hissədə Mərkəzi Asiya aiddir, Ərəbistan Cənub-Qərbi Asiyada aidiyyəti yoxdur, Turan ovalı Mərkəzi Asiyada aidiyyəti yoxdur. 2, 3, 5 olur doğru cavab. 131-ci sualda həll elədik. 132. Şərqi Avropa düzənliyinin soruşur ki, Şərqi Avropa düzənliyinin qaydaq bu hissəyə. Peki ona qaydaq ola bilsin, orada nəyəsə ehtiyac oldu. Bax, Şərqi Avropa düzənliyi uşaqlar bu mülayim kontinental iqlim tipi olan ərazidir təxminən. İqlimi üçün səciyyəvi əlamət. Yayda arktik hava kütlələrinin üstünlüyü təşkil edir. Yayda yox, gəlsə qışda gələr. Yayda niyə arktik gəlsin ki? Soyuq hava kütləsidir. Qərb küləklərinin təsirinə məruz gəlir. Bəli, qərb küləklər tropik enliklərdən Avropa sahillərinə, Avropanın ərazisinə ümumiyyətlə təsir göstərən bir hava kütləsidir. 2 doğru cavabdır. Sonra davam edirik. Orta illik temperatur 0 dərəcədən yuxarıdır. Bəli, çox da soyuq yer deyil axı, mülayim iqlim qurşağıdır. Mülayim iqlim qurşağında orta illik temperatur 10-12 dərəcə arasında olur. Yəni bu 0 çox aşağı bir temperatur, bu arktik səviyyədir. Mülayim iqlim qurşağının mülayim kontinental tipidir. Elə burada yazılmışdır. Sözün özünə fikir verin, hər şey aydın olacaq. Dəniz tipi bura deyil, bu göy yerdir, yəni Qərbi Avropaya aid olandır.
Mülayim iqlim qurşağı ümumiyyətlə yüksək yox, alçaq dərəcəli sahəsi hesab olunur. Ona görə də 2, 3, 4 doğru cavabdır. Braziliya və Dekan yaylaları üçün ümumi xüsusiyyətləri müəyyən edin. Braziliya yaylası, bir də Dekan yaylası. İndi keçək bu xəritəyə, bəlkə burada nəsə xeyir oldu. Braziliya yaylası buradır, Dekan yaylası bura. Qeyd edeyim ki, hər ikisi subekvatorialdır. Amma məsələ orasındakı ekvatora görə Dekan yaylası şimal subekvatorialdır, Braziliya cənub subekvatorial. Cənub yarımkürəsində yerləşir, ümumi əlamət deyil. Bu Braziliyaya aiddir, Dekana aid deyil. Yağıntılar əsasən yayda düşür, bəli. Niyə? Çünki cənub yarımkürəsində yay olanda ekvatorialın təsirinə məruz qalır. Şimal yarımkürəsində yay olanda da yenə ekvatorialın təsirinə məruz qalır. Subekvatorial iqlim qurşaqları həmişə ekvatorialın yayda, ekvatorial iqlim qurşağının təsirinə məruz qalır. Sadəcə şimalın yayı ay olaraq fərqlidir, cənubun yayı fərqlidir. Şimalda iyun, iyul, avqust yaydır, cənubda isə həmin aylar qış sayılır. Yəni yay dekabr, yanvar, fevral sayılır. Qərb küləklərinin təsirinə məruz qalır. Ekvatora yaxın ərazilərdə biz demişdik, hansı küləyin təsiri böyükdür? Təbii ki, passatların. Keçid iqlimdir, bəli, çünki hər ikisinin adı subdur. Subekvatorial, o da cənub subekvatorial, bu isə şimal subekvatorial, yəni adında sub var. Subekvatorial keçiddə bu. Çökmə suxurlar geniş gəlib, hər ikisi yaylada ola bilməz. Yaylalarda maqmatik metamorfik suxurlar üstünü təşkil edir. Havanın orta illik temperatur amplitudu kiçikdir. Ekvatora yaxın ərazilərdə temperatur amplitudu böyük olmur. Nə süd qalıb, nə illik. Ona görə də burada cavab 2, 4, 6 olacaq. Növbəti suala baxaq. 133 həll elədik. 134-də baxaq. Kür Araz və Orinoco balığının oxşar xüsusiyyəti. Demək, Kür Araz və Orinoco balığının iqliminin oxşar cəhətləri. Əraziyə bir dənə qeyd ataq, sonra davam eləyərik. Azərbaycan da təxminən bura. Orinoco balığıdakı subekvatorial. Kür Araz subtropikdir. Yağıntılar əsasən ilin soyuq dövründə düşür. Bu Kür Araza aiddir. Çünki subtropikdəyik. Yayda, qışda mülayim gəlir, yağış yağır, yağıntılı olur. Amma subekvatoriala yayda ekvator gəlir, yağıntılı olur. Amma bizdə yayda tropik gəlir, quru olur. Bu məsələdə fərq var. Ümumi oxşar xüsusiyyət istəyib. Qərb küləklərinin təsirinə məruz qalır, bəli. Niyə görə? Səbəbinə. Yox, oxşar deyil. Bu ekvatora yaxın olduğuna görə passat küləklərinin təsiridir. Bu isə mülayim yeniliklər olduğuna görə qərb küləklərinin təsirinə məruz qala bilər. Yəni ona görə də bu deyil. Aqroiqlim ehtiyatı bu olur. Yəni demək istəyir ki, hər ikisi soyuq olmayan bir iqlimdir. Kənd təsərrüfatının əkinçilik olaraq işinə yaraya biləcək bir iqlimi var. Yəni ən azından soyuq deyil, bəli. Quraq mövsümə malikdir, bəli. Subekvatorialda qışda tropik gələndə quraq olur. Subtropikdə isə yayda tropik gələndə quraq olur. Hər ikisinə tropik gələndə quraq olur. Sadəcə subekvatoriala tropik gəlir, deməyin. Qışda subtropikə isə Kür Araz olanı yayda gəlir. Quraq mövsümə malikdir, bəli. İl ərzində müxtəlif hava kütlələri. Hər ikisi keçid iqlim qurşağıdır. Bilirsiniz ki, keçid iqlim qurşağı özünə məxsus xarakterik hava kütləsi olmur. O, qonşu hava kütlələrinin təsiri ilə qidalanır. Ona görə də hər ikisi keçidsə, il ərzində təbii ki, müxtəlif hava kütlələrinin təsirinə məruz qalacaq. Burada isə cavab 3, 4, 5 idi. 135-ci suala baxaq, o tərəfdədir deyəsən. 135-də deyir ki, Cənubi Avropa və Cənubi Asiyanın iqliminin oxşar xüsusiyyəti. Yəni, bu hissə ilə Cənubi Avropa ilə Cənubi Asiya, bu Hindistan tərəfində, buranın oxşar xüsusiyyəti. İsti okean cəryanlarının təsiri altındadır, bəli. Çünki burada musson cəryanı var, isti cəryan. Onu qırmızı rəngdə də vermək olar. Görünmür, sadəcə olaraq elə olanda. Musson cəryanı var. Burada isə demək, yox, Cənubi Avropada isti cəryan təsiri yoxdur, yox, ola bilməz. Bu çıxır. Bu Qərbi Avropaya biraz təsiri var. Bu Cənubi Avropada biz söhbət elə aralıq təsiri ola bilməz. Bir çıxdı. Yerləşdikləri iqlim qurşaqları həm sərhəddir. Yerləşdikləri iqlim qurşaqları həm sərhəddir. Xeyr, həm sərhəd. Bəli, həm sərhəddir. Amma niyə həm sərhəddir? Ümumiyyətlə götürəndə subtropiklə subekvatorial sərhəd olmamalıdır. Arada bir tropik olmalıdır. Amma bu iqlim qurşağının xəttini çəkirəm, bu da bunu çəkirəm. Görürsünüz, musson iqliminin təsiri nəticəsində arada tropik yoxdur. Tropik olmadığına görə bu ikisi bir-birinə sərhəd ola bilir. Ona görə də 2-ni götürəcəyik cavaba. Sonra deyək ki, tropik hava kütləsi təsir edir. Tropik hava kütləsi subtropikdə də
iqlimin oxşar cəhəti. Burada əgər Hindistandan danışmasa, ümumiyyətlə subekvatorialdan danışsa, tropik hava kütləsinin təsir elədiyini göstərmək olar. Amma burada Hindistanda yuxarı hissədə bir tropik hava kütləsi yoxdur axı təsir eləyir. Ona görə də bunu götürməyəcəyik. Keçid iqlim quşağındadır. Subdadılar hər ikisi. Subtropik, subekvatorial. Bir də ki, suvarma əkinçiliyi inkişaf edib. Səbəb nədir? Çünki tropik hava, quraq mövsüm var hər ikisində. Mussonların təsiri ilə burada qış mussonu qurudan suya əsdiyinə görə bura quraq olur. Qışda isti quru hava şəraiti olur. Burada isə Avropada isə yayda isti quraq olur. Cənub Avropada. Ona görə doğru cavab demək 2, 4, 5 olacaq. 136-cı sual. Avstraliya və Antarktida materiklərinin oxşar əlamətləri. Fəaliyyət Avstraliya və Antarktida. Bax, bu iki materik haqqında biz danışacağıq. Oxşar xüsusiyyətlər bizdə cavab olacaq. Fəaliyyətdə olan vulkanların mövcud olması. Avstraliya bütün seismik zonalardan kənarda yerləşdiyinə görə Avstraliyada fəaliyyətdə olan vulkan yoxdur. Eyni qədim materikin, yəni Gondwana idi də, qurunun tərkib hissəsidirlər. Vahələrin mövcudluğu və aşağı temperatur. Avstraliyada aşağı temperatur ola bilməz. Enən hava, amma fərqli enən hava var. Demək, Avstraliyada tropik enən havadır. Burada tropik yüksək təzyiq sahəsində enən hava da yerləşir. Antarktida materikində isə qütb enən hava üstünlüyü təşkil edir. Yəni hər ikisi enən havadır, amma adları başqadır. Bu da deyir ki, enən hava. İki yarımkürədə yerləşir deyirsinizsə, bu Avstraliya düz gələr. Çünki Avstraliya ekvatora görə aşağıdadır, Greenwich meridianına görə 0-180 meridianın demək arasındadır. Yəni tamamilə Avstraliya cənub və şərq yarımkürəsindədir. Amma Antarktida materiki 3 yarımkürədədir. Greenwich meridianına bir dənə fikir versəz, görəcəksiniz şərq var, qərb var. Ekvatora görə də cənubda yerləşir. Həm cənub var, həm şərq var, demək, həm şərq var, həm də qərb var. Yəni 3 dənə yarımkürədə yerləşir. Bu deyil. Mərkəzi hissədə iqlimin kontinental olması, quraq iqlimi var hər ikisi. Çünki enən hava yüksək təzyiqdir. 2, 4, 6 doğru cavabdır. 137-ci suala baxaq. Avstraliya və Antarktida materiklərinin fərqli əlamətləri. Yenə həmin materiklər, amma bu dəfə fərqli əlamətləri soruşacaq, tapacaq daha doğrusu. Rütubətlənmə əmsal vahiddən böyük olması Antarktidada bəli. Çünki Antarktidada əslində elə də çox yağıntı yağmır. Əmsal nədir? Əmsal bərabərdir yağıntı bölək buxarlanma qabiliyyəti. Antarktidada yağıntının miqdarı çox azdır, heç 100 deyil. Məsələn, tutaq ki, yazaq 100. Amma buxarlama qabiliyyəti ondan da azdır. 50-60, ən çoxu 70. Düzdür, 50-70 yazıram. Avstraliyada da yağıntı çox azdır, amma buxarlama qabiliyyəti çox yüksək olduğuna görə əmsal kiçikdir. Avstraliyada səhralar üstünü təşkil edir. Əmsal kiçikdir. Məsələn, deyək ki, 0.1, 0.2-dir. Amma Antarktidada 1-2-dir. Yəni bu qədər yüksəkdir. Deyəndə ki, rütubətlənmə əmsal vahiddən böyük olması bu Antarktidaya aid olur, Avstraliyaya yox. Ona görə də fərqli xüsusiyyət olduğuna görə götürür. Bizdən fərqli xüsusiyyət istəyir. Səhralar geniş sahə tutması, hər ikisində səhra var, amma isti səhra, soyuq səhra söhbət var. Burada soyuq səhradır, soyuq. Burada isti səhra, bilirsiniz, buzlaq olan ərazilərdə səhra adlanır. Bu oxşar xüsusiyyəti. Qərb küləklərinin təsirinə məruz qalması. Antarktida daha çox qərb yox, Antarktidaya qütb küləkləri təsir edir. Avstraliyanın müəyyən bir hissəsinə qərb küləkləri zəif, kövrək təsir edə bilər. O da əsasən burada Passat küləklərinin təsiri altındadır Avstraliya. Sayılmır. Lap ucqar cənub hissələrinə az da olsalar belə böyük əhəmiyyət kəsb eləmir. İki yarımkürədə yerləşmək fərqlidir. Avstraliya bayaq dedi ki, cənubdadır və şərq yarımkürəsindədir. Amma Antarktidanı dedi ki, Greenwich meridianı keçir, şərq-qərb var. Ekvatora görə də baxsaq cənubdadır. Yəni 3 yarımkürədir. Albedo yüksəkdir Antarktidada. Çünki buzlaqdır. Buzun da əks elətdirmək qabiliyyəti bilirsiniz ki, yüksək olur. 1, 5, 6 doğru cavabdır. 138-ci suala baxırıq. Deyir ki, yanvar ayında subtropik iqlim qurşağının tropik hava kütlələri hakimdirsə, yanvar ayında subtropik iqlim qurşağına tropik hava kütləsi gəlibsə, demək ki, hava demək ki, söhbət gedir cənub demək subtropik iqlim qurşağına. Çünki yalnız cənub subtropik iqlim qurşağına yanvar ayında tropik hava kütləsi təsir göstərir. Səbəb nədir? Məsələn, götürək şimal subtropik iqlim qurşağı. Bura tropik hava kütləsi iyun-avqust ayında, yəni yayda. Qışda isə mülayim hava kütləsi, yəni dekabr, yanvar, fevralda təsir göstərir. Subtropikdə yanvar ayında tropik hava kütləsi təsir eləmək üçün yanvar gərək yay olar. Demək, biz cənub yarımkürəsindən danışırıq.
Cənub yarımkürəsi, yəni qısa desək, Cənub yarımkürəsində yanvar ayı yaydır. Tropik hava kütləsi yay olduğuna görə subtropik havaya təsir göstərir. Hindistan ola bilməz. Çünki cənubda Hindistan bu həmin cənub yarımkürəsində yanvardırsa, Hindistan üçün qış ayıdır. Ona görə də bu ola bilməz. Demək. Sonra Günəş cənub yarımkürəsində zenitdədir təbii, çünki orada yaydır. Antarktik hava kütlələri daha çox əraziyə təsir edir. Yay olanda Antarktik hava kütləsi ancaq Antarktik hava kütləsinə ərazisinə təsir edir. Günəş şimal yarımkürəsində yox, cənubda zenitdədir. Bu səhvdir. Sonra Arktik hava kütlələrinin təsir dairəsi genişlənirsə, təbii ki, çünki Günəş cənuba gedəndə qışda Arktik hava kütləsi həmişə öz ərazisində qalır, amma qışda o həm də subarktikə təsir göstərir də, bu məsələ var. Ona görə o biraz daha genişlənmiş olacaq. Çin yarımadasına qış mussondur. Ümumiyyətlə şimal yarımkürəsində qışdır. Ona görə, o səbəbdən burada doğru cavab 2, 5, 6 olacaq. Sonra 139-cu suala gedirik. İl ərzində materik və okeanların qeyri-bərabər qızması nəticəsində son külək əsir qızır. Yayda quru tez qızdığına görə. Mətni ümumiyyətlə oxuyarsınız. Bizdən deyir ki, həmin hava axınları hakim olduğu ərazini seçin. Şərqi Asiyadır. Şərqi Asiyadır. Cənubu Şərqi Asiyadır. Bir də Cənubi Asiya. Bu 3 ərazidə hava qeyri-bərabər qızdığına görə sualın şərtini özünüz oxuyarsınız. Uzun idi, oxumadım. Yayda yay mussonları okeandan quruya, qışda isə əsir və bol rütubət gətirir. Qışda isə qurudan suya əsir və quraqlıq olur. Yəni musson rejimli iqlimə malikdir. 3, 4, 5-dən söhbət gedirdi. Demək, keçirik ki, o tərəfə. Deyir ki, 140-cı sualda deyir ki, Qərbi Sibir ovalığının Orta Sibir yaylasına doğru hansı dəyişiklik baş verir? Qərbi Sibir ovalığı buradır. Bilirsiniz ki, orada daha çox ovalıq və düzənlik xarakterli bir ərazidir. Orta Sibir yaylası isə yayladır və nisbətən dik ərazidir. Biz bu Qərbi Sibirdən Orta Sibirə getsək nə baş verəcək onu soruşur. İqlim kontinentallaşacaq, sutkalı temperatur amplitudu azalmaz. Kontinentallaşıbsa bulutsuzlaşıb. Bulutsuz olanda da temperatur çox fərqlənir. Az yox, bu deyir az fərqlənir. Rütubətlənmə əmsalı artır, çünki hündürləşəndə yağıntının miqdarı artır. Demək, burada 1-4 ələk, bir də rütubətlənmə əmsalı yox, kontinentallaşıb axı ola bilməz. İllik temperatur amplitudu artacaq, çünki hava bulutsuzlaşıb, o səbəbdən mən o bayaq dedim. Yağıntıların miqdarı azalacaq, çünki bulutsuzlaşır ona görə. Buxarlanmanın miqdarı çoxalmaz, çünki hava soyuqlaşır. 1, 4, 5-dir cavab. Orta Sibir yaylası biraz dikdir də relyefi. Daha sərt bir iqlimə malikdir həm də. Kontinental, sərt kontinental iqlimə malikdir. Sonra deyir ki, Şərqi Afrikaya aid olan xüsusiyyətləri müəyyən edin. Şərqi Afrika uşaqlar, bu hissədir. Şərqi Afrikada nə var? Əksər hissəsi, bunlar da bəzi yerlərini silin buna. Qələm toxunub. Əksər hissəsi subtropik yox uşaqlar, orası subekvatorialdır. Sadəcə bura şimal subekvatorialdır. Bu ekvator xəttinin aşağı hissəsi də cənub subekvatorialdır. Yəni subtropik deyil. Sonra subekvator iqlim qurşağında yerləşir. Dedim bunu. Qitənin ən yüksək nöqtəsi Kilimanjaro dağıdır. 5895 metrlə. Bu hissədə yerləşir, bəli. Bir də ki, demək, ərazisində şərqində Kaynozoy-Yaşlı. Atlas dağları şərqdə deyil. Bu şimal-qərb hissədədir. Çox uzaqdır oradan. Qırmızı dənizdən Zambezi çayına qədər uzanır. Buradan, görürsünüz Zambezi çayına. Burada Şərqi Afrika tektonik qırılma zonası da var. Akkumulyativ düzənlik deyil. Afrikanın xəritəsinə baxsınız, bu ərazilər çox qəhvə rənglədir. Bir də ki, Afrika 2 hissəyə bölünür. Yüksək Afrika var, şərqlə cənub gedir. Yəni, bura hündür bir yerdir. Hündür ərazilərdə bilirsiniz, akkumulyasiya prosesi olmur. Akkumulyasiya süxurlarının çökək bir əraziyə toplanmasına deyilir. Ona görə də 2, 3, 5, 141-ci cavabıdır. 144-cü suala baxaq, 42 üzr istəyirəm. Xəritə sxemdə AB hərfləri ilə göstərilən iqlim qurşaqları üçün ümumi əlamətləri müəyyən edin. Bu subtropikdir, bu da cənub subekvatorial. Qış mövsümündə, sualı biraz kiçildək. Demək deyir ki, qış mövsümündə buxarlanma qabiliyyəti və buxarlanma arasında fərq az olur. Qışda bəli, yox, ümumi xüsusiyyət deyil. Çünki
Bu A üçün doğrudur. A'da qışda soyuq olur deyil, buxarlama qabiliyyəti buxarlanmaya yaxınlaşır. Amma bu subekvatorialda qışda tropik hava kütləsi gəlir, hava isti quru olur. İsti quru havada buxarlanma qabiliyyəti az ola bilməz. Ona görə də ortaq cəhət deyil. Buna aid idi o deyilən fikir, buna aid deyildi. Ona görə də çıxdıq onu. Sonra yağıntının paylanmasına mövsüm fərqlər özünü göstərir. Əlbəttə ki, göstərir. Çünki sub iqlim quşağıdır. Bura subekvatorialdır. Subekvator, həmin o B olan ərazidir. Subekvatorial. Yayda ekvatorialın, qışda tropikin təsirinə məruz qalır. Bu isə subtropikdir. Burada yayda tropikin, qışda mülayimə təsirinə məruz qalır. Ümumiyyətlə, subla olan hava kütlələrinin öz xarakterik hava kütləsi olmadığına görə onlar qonşu hava kütlələrinin təsiri altında olurlar həmişə. İstisəvərlə bitkilər üçün əlverişlidir. Çünki hər ikisi kifayət qədər aqroiqlim ehtiyatı böyük olan isti iqlimə malik ərazidir. Passat küləkləridir. Mən sizə demişdim ki, passat küləkləri ekvatora yaxın ərazilərə təsir göstərir. Bura ekvatora yaxın. Burada B-yə aid ola bilər, amma A-ya aid deyil. Ona görə bu çıxar. 4-5-də tropik hava kütlələrinin təsirinə məruz qalır, amma fərqli mövsümlərdə. Məsələn, burada buranın özü üçün qışda, yayda ekvatorial gəlir. Ekvatorial hava kütləsi hakim olur. Qışda tropikin. Yəni tropik bura qışda gəldi bu hissəyə. Bura isə yayda gəlir. Amma hər iki halda tropikin təsiri təbii ki var. Demək, ona görə də bu tropik hava kütlələrinin təsirinə məruz qalır fikri doğru fikirdir. O bizim cavabımız ola biləcək. Tropik və ekvatorial iqlim quşağı ilə həmsərhəddir. Subtropik iqlim quşağının ekvatorialından heç bir sərhəddi yoxdur. Arada subekvatorial və tropik iqlim quşağı olaraq iki iqlim var. Ona görə də 2, 3, 5-də dayanırıq. Bunlar elə bizim cavabımızdır. Növbəti sual. Afrika və Antarktida materiklərinin iqlimi üçün ümumi əlamətləri soruşur. Yəni biz Afrika və Antarktida üçün, Afrika və Antarktida materikləri üçün ümumi olan əlamətlər. Ərazisində buxarlama qabiliyyətinin yüksək, buxarlama hissi zəifdir. Antarktidada buxarlama qabiliyyəti yüksək ola bilməz, çünki iqlimi soyuq bir iqlimi var. Ona görə də bu deyil. Ümumi əlamət soruşurdu, bir ola bilməz. Növbəti deyir ki, dekabr-fevral aylarında havanın temperaturu daha yüksək olur. Dekabr-fevral aylarında günəş ekvatorun daha aşağı hissəsinə və bu hissələrə keçir. Afrikada ən isti olduğu vaxtlar ekvatora yaxın aylardır. Yəni Afrikaya görə o minimal bir temperaturun olduğu aydır. Bu da ola bilməz. İqlimin formalaşmasına okeanların təsiri zəif olduğu ərazilərə malikdir. Bəli, məsələn, Afrikanın şimal hissəsində böyük səhrai iqlimin təsiri böyük olsa, okeanların təsiri böyük olsa, oraya ilə quraq olmazdı. Antarktidanın özündə də ətraf ərazilər buzlanmış sahədir. Buzlaşmadan nə buxar yaranıb orada rütubət yarada bilər? Olsa da çox az ola bilər. Müəyyən yerlərdə buzdan asılan yerlərdir. Yəni təsiri zəifdir. Sonra keçdik, ərazinin çox hissəsinin nisbi rütubətli kiçikdir. Bu tamamilə səhvdir. Çünki Antarktida mütləq rütubətliyi azdır. Havanın tərkibində olan su buxarının qramla götürsəz miqdarı azdır. Amma faizlə götürsəz miqdar çoxdur. Yəni nisbi rütubət yüksəkdir. Səbəb nədir? Çünki çox soyuqdur. Amma Afrika hər zaman əksər böyük ərazilərində çox böyük quraqlıqdır. Nisbi rütubət azdır. Ona görə fərqli cəhətdir. Yağıntının miqdarı 100 mm-dən az olduğu geniş ərazilərə malikdir, bəli. Afrikada tropik səhralar olan yerlərdə 100 mm-dən az olan yer nə qədər desəz var. Antarktida materiki üçün, mərkəz hissələri xüsusilə üçün 100 mm ən çox yağıntı olan yerlərdir. Yəni orada çoxdur elə yerlər. Ərazisində cənub-şərqdən əsən daimi küləklər formalaşır. Bu Antarktida materikidir. Antarktida materikində burada cənub-şərq küləkləri əsir belə, bu istiqamətdə. Təbii ki, bu Afrikada yoxdur. Afrikada passat küləklərindən qərb küləklərinin təsiri var. 3, 5, 6. Qütbə tərəf olan cənub-şərq küləyi ilə danışırıq da ona görə. 143-ü də həll elədik. 144-cü suala baxaq. İki yarım kürədə yerləşən materiklərin iqlim xüsusiyyətlərinin oxşar əlamətləri. İki yarım kürədə yerləşən iki materik var, uşaqlar. Biri ekvatordan yuxarı, Qrinviçdən solda, Qrinviç budur, bura. Qrinviçdən solda 180 burada bilirsiniz, bu Şimali Amerikadır. Bir də ekvatordan 0-180 arasında, ekvatorun cənubu 0-180 arasında da yerləşən, yəni Şərqi Amerikasında Avstraliya. Yəni qısa desək, Avstraliya yerləşir
Cənub və Şərq yarımkürəsində, Şimali Amerikada şimal və qərb yarımkürəsində. Bu iki materikin oxşar xüsusiyyətlərini soruşur. Təbii ki, variantlardan biri. Subtropik iqlim quşağının bərabər rütubətli iqlim tipi formalaşır. Subtropik iqlim quşağının bərabər rütubətli tipi yalnız Cənub yarımkürəsindədir. Bax, buradadır, bir də Avstraliyada. Şimali Amerikada Aralıq dənizi, kontinental musson gedir. Orada bərabər rütubətli tipi yoxdur. Ona görə də təbii ki, bir cavab deyil. Sonra 2-də deyir ki, demək, dağ silsilələrinin iqliminə sakit okeanın təsirini azaldır. Burada demək, dağ silsilələri sakit okeanın təsirini azaldır. Burada böyük suari silsilə, burada da Şimali Amerikada da Kordilyer dağları sakit okeandan gələn rütubətli hava kütləsinin qarşısını kəsir. Doğrudan da bu hər ikisində var. Ona görə biz bunu götürəcəyik cavabı. Şimala doğru havanın orta ilə temperaturu azalır. Burada şimalda getsən ekvatora tərəf getsən azalmır, artır. Amma burada şimala doğru getdiksən qütbə doğru getsən bu ola bilməz. Azalacaq ona görə. Ekvator iqlim quşağı yaranmır, heç birində yaranmır, bəli. Çünki baxın, ekvator iqlim quşağını göstərim, görün heç bir halda burada budur. Şimal Amerikanın çox uzaqdadır, buradan belə. Bu hissədə də ekvatorial buranı əhatə edib, Avstraliya ondan aşağıdır. Yəni bu hər ikisinin ortaq cəhəti 2, 4, 5 cavabda elərik. Amma 6-ya da baxaq. Mülayim iqlim quşağı daha geniş sahədir. Avstraliyada subekvatorial tropik, subtropikdir. Mülayim iqlim quşaqları yarımadaları, demək, adaları açır. O da ki, Avstraliyanın özü deyil. 2, 4, 5 doğru cavabdır. 145-ə baxırıq. 145-də deyir ki, xəritə sxemdə rəqəmlərlə verilən yarımadaların iqliminin oxşar xüsusiyyəti. Bu subtropik iqlim quşağının Aralıq dənizi tipidir. Bu da musson. Şimaldan gələn hava axınları qış aylarında yağıntının miqdarını artırır. Bu 1-ə aiddir, çünki subtropik iqlim quşağının Aralıq dənizi tipidir. Amma burada materik tərəfdən hansı hava kütləsi gəlib yağış artıra bilər ki, təbii ki, 1-ə aiddir, 2-yə yox. Ona görə çıxırıq. Yağıntıların bol olması isti okean cəryanlarının təsiri ilə bağlıdır. İsti okean cəryanlarının bu hissəyə təsiri yoxdur. Məsələn, burada musson cəryanın təsiri ola bilər, musson cəryanının, amma bu Aralıq dəniz sahilində cəryan təsiri yoxdur. Yay aylarında cənubdan gələn hava kütlələrinin təsiri altındadır. Yayda cənubdan tropik hava kütləsi gəlir. Bax, buradan söhbət gedir də. Tropik hava kütləsi gəlib isti quraq hava şəraiti yaradır. Amma burada isə musson iqlimi, musson küləkləri cənubdan gəlir və burada çox bol rütubət yaradır musson küləkləri. O baxımdan yəni təsiri var. Təsirlər müxtəlifdir. Birinə quraqlıq yaratmaq təsiri göstərir, digərinə yağıntı, amma yenə də hər halda təsiri var. O deyirdi ki, təsiri var. Sonra keçirik rütubət çatışmazlığı il boyu suvarma əkinçiliyini zəruridir. İl boyu yox. Məsəl üçün, birdə yayda suvarmaya ehtiyac olur. Çünki yayda tropik hava kütləsi gəlir. 2-yə qışda, çünki qışda qış mussonu qurudan okeana tərəf əsir və burada isti quru hava şəraiti yaranır. Ona görə ortaq deyil, çıxırıq. Yağıntıların paylanmasında mövsümi fərq var. Subtropikə elədir ki, yayda tropik gəlir isti quru, qışda mülayim gəlir mülayim yağıntılı. Burada da yay mussonu olanda yağıntılı olur, qış mussonu olanda quraq. Ona görə də yağıntılarda bəli fərq var. İl ərzində müxtəlif hava kütlələri məruz qalır. Çünki biri subtropikdir, o biri də subekvatorial. Bunlar əsas hava kütləsi deyirlər. Demək ki, müxtəlif hava kütlələrinin təsirinə məruz qalacaqlar. 3, 5, 6 da bu sualın cavabıdır. 146-ya baxırıq. Testimiz yavaş-yavaş yekunlaşmağa doğru gedir. Hələ xeyli test var, amma azalır. Şimali Amerika materikinə aid olmayan əlamətləri müəyyən eləyin. Elə bir şeylər deməli, Şimali Amerikaya aid olmasın. Nə deyirik? Cənub-şərq hissəsində daha çox yağıntı düşür. Bu düzdür. Yəni, düzdür o. Ona görə götürmürük. Aid olmayan istəyir. Sakit okean hövzəsinin çay dərələrində meandrlar. Sakit okean tərəfdə, Şimali Amerikada burada Kordilyer dağları var. Dağlıq ərazilərdə çaylar meandr formasında olmur. V şəkilli çay dərəsi olur. 2. Aid olmayan xüsusiyyətdir. Təbii zonalar yerləşməsi relyef xüsusiyyətlər təsir edir. Biz indi düzdür, bugünkü dərsdə biz onu keçməmişik bu halda, ancaq o var. Ona görə təbii zonalar biraz meridional istiqamətdə, biraz qarışıq yerləşməsi var o səbəbdən. Sonra keçdik. Əksər hissələrində orta illik temperatur 20 dərəcədən yuxarıdır. Xeyr. Bu Afrikaya aid olan sözdür. Çünki orta illik temperaturunun 20 dərəcədən yuxarı olması çox böyük bir temperatur deməkdir. Məsələn, bizdə Kür Araz ovalığının yarım səhra quru çöl iqlimində orta illik temperatur 14,5 dərəcəyə yaxındır. Hələ biraz azdır.
Ölüm dərəsi ən isti və ən soyuq temperatur qeydə almışdır. Ölüm dərəsində ən isti temperatur qeydə alınmışdır ABŞ-da, amma ən soyuq yox. Ən soyuq temperatur Kanadada, Qrenlandiyada qeydə alınmışdır. Qrenlandiyada. Ona görə də 2, 4, 5-dir burada da cavab. Aid olmanı deyir. Daxili axar sözdə kiçik ərazi tutur, bəli. Çünki okeana çıxışı var. Əksər çaylar Şimal Buzlu okeana, Atlantik okeana və Sakit okeana tökülməklə bu cür hövzələr yaradır. Növbəti suala baxırıq. 147. 147 Cənub-Qərbi Asiya üçün səciyyəvi olmayan əlamətlər. Əfqanistandan tutmuş Gürcüstana, oradan Türkiyəni götürsəz, İran, Ərəbistan yarımadası bu hissdə Azərbaycanda daxil olmalı Cənub-Qərbi Asiyadır. Tropik səhralar geniş yayılmışdır. Bəli, tropik Ərəbistan, İran yerləşəsinin cənubu bu düzdür, amma götürməyəcək, çünki aid olmayan istəyir. Litosfer havalarının konvergent zonası, çünki Alp-Himalay sistemi buradan keçir. 2 cavab olaraq götürməliyik. İl boyu gecə və gündüzün uzunluqları bərabər olması bərabər deyil. Divergent demişdi, ona göre götürdük bunu. Burada bura konvergent zonadır, amma bizə divergent demişdi, səhv demişdi. Ona göre 2-ni götürmüşük, birdən çaşdırar. 2 ona göre götürmüşük. İl boyu gecə və gündüzün uzunluqları bərabər olmaması, il boyu gecə və gündüzün uzunluqları bərabər olması yox. Yəni gecə ilə gündüzün bir-birinə tam bərabər olması yalnız ekvatoriala aiddir. Ona görə də ya da ki 21 Mart yaz gecə gündüz bərabərliyi ya da 20 sentyabr payız gecə gündüz bərabərliyi günlərində elə bir hadisə ola bilər. Sönmüş vulkanlar mövcuddur deyir. Cənub-Qərbi Asiyada var. Məsələn, Türkiyədə Ağrı dağı var. İranda Savalan Səhənd var, Dəmavənd var. Elbrus Kazbekdə Qafqazda var məsələn. Aralıq dəniz iqlim tipi mövcudluğu məsələn Türkiyə tərəfdə var. Bunu da götürmürük. Buxarlanma qabiliyyəti, buxarlanma eyni ola bilməz. Ərəbistanda nətər buxarlanma qabiliyyəti, buxarlanma eyni ola bilər. Axı burada buxarlanmaq üçün buxarlanma mənbəyi olmalıdır. Bir su olmalıdır. Ərəbistanda da ki bilirsiniz o yoxdur, quraqdır, qumluqdur. Ona görə də 2, 3, 6 bunun cavabıdır. Bu səhv fikir idi, 6. Biz ancaq səhvləri seçdik. Məsələn şərti çünki elə idi. 148-ci sual. PDF-in hazırlanmasında müəyyən qüsurlar var. Üzrlü sayın vaxtın məhdudiyyətindən mən onu özüm hazırlaya bilmədim. Hazırlamaq asandır əslində. PDF scan proqramının hazırlamaq olur. Sadəcə yolu asandır, ancaq biraz vaxt tələb edir. Bizim də dərslərimiz çox olur deyə mən ona biraz vaxt ayıra bilmirəm. Üzrlü sayın müəyyən suallar keyfiyyətsiz olur. Piriney və Kore yarımadasına fərqliliksə yenə sağ olsun kim hazırlayıbsa, ancaq yenə də müəyyən qüsurlar vardı. Piriney və Kore yarımadalarının fərqli xüsusiyyətləri. Piriney yarımadası İspaniyadır, Kore yarımadası da burada son iqlimdə yerləşir. Yayı quraq, qışı mülayim rütubətli keçir. Bu Piriney yarımadasına aiddir. Fərqli xüsusiyyət demişdik. Niyə belə olur? Piriney yarımadasında yayda tropik isti quraq hava şəraiti yaradır. Tropik hava kütləsi isti quraq ona görə. İsti quraq hava şəraiti yaradır. Qışda isə mülayim gəlir, mülayim yağıntılı olur. Amma Koreyada yayda yayma sezonu gəlir. Ona görə də yayı rütubətlidir. Mülayim işıqlanma qurşağına yerləşirlər. 20-dən 66-nın arasındadır hər ikisi. Bəli. Hər ikisi 20-dən 66-nın arasındadır. Bu da, bu da. Ona görə bunlar fərq deyil. Bu çıxır. Sahələrdə dəyişən rütubətli meşələr bu musson meşələrindir. O birində var, o birində yox. Ona görə də onu götürəcəyik təbii ki. Demək, 148 eləyirik. Sonra keçdik o birinə, ərazisində inkişaf etmiş ölkə yerləşir. Burada İspaniya inkişaf edib, bu tərəfdə də demək Cənubi Koreya inkişaf edib. Ona görə də bu cavab ola bilməz. Çayları yayda boğsul olur. Bu şərq çaylarına aiddir. Aralıq dənizinin çayları soyuq mövsümdə boğsul olur. Mülayim hava kütləsinin təsiri nəticəsində qışda boğsul olur. Qışda yağıntı biraz çox olur. Ona görə 1-5 doğru cavab. 148-ci sualda elədir. Bunu qalanını biraz nazik eləyərik. Sanki biraz daha qalın. Sanki yox qalın. Avstraliyanın cənub hissəsini şimaldan fərqləndirən xüsusiyyət. Elə bir xüsusiyyət deyək ki, bura aid olsun, amma yuxarı hissəyə yox. Mülayim işıqlanma qurşağında yerləşir. Bəli, Avstraliyanın ortasında tropik işıqlanma qurşağı 20 xətti keçir. Bu hissə tropik işıqlanma qurşağına düşür. Yarıdan yuxarıda hissə bu hissə. Şimal hissə düşür, cənub amma yox. Ona görə də bu cənub hissəsinin şimaldan olan həqiqətən də fərqidir.
Sonra keçdik, deyək ki, Cənub və Şərq yarımkürələrində yerləşir. Avstraliyanın hər yeri cənub və şərqdə yerləşir. Rütubətli bərabər paylanan subtropik iqlim tipi mövzusudur. Bərabər rütubətli subtropik iqlim. Cənub hissədə var, amma şimalda sadəcə subekvatorialdır. Bu fərqdir. Yağıntıların əsas hissəsi ilin iyun-avqust aylarında düşür. Deyim niyə? Çünki Aralıq dəniz tipidir deyək. Yay, iyun-avqust bunun üçün qışdır. Qış olanda da mülayim hava kütləsinin təsirinə məruz qalır. O səbəbdəndir. 4 də doğru cavabdır. 1, 3, 4. 5-ə baxaq. Qışda tropik hava kütləsinin təsirinə məruz qalır. Qışda yox, bura yayda təsirə məruz qalır. Əksinə şimal isə qışda təsirə məruz qalır. Çünki bura subtropikdir. Subtropik qışda mülayim gəlir, tropik yox. Subekvatoriala qışda tropik gəlir. Bu məsələ var. Bizə deyirdi ki, cənubun şimaldan olan fərqi olsun da. Bu baxımdan düz olmur axı. Oldu, doğru cavab 1, 3, 4. Növbəti sual 150. 150-də deyir ki, iqlim diaqramının aid olduğu iqlim tipi üçün xarakterik xüsusiyyətlər. Görürsünüz ki, 0-30 arasında dəyişir. 0-30. Daha dəqiq desək 5-25-ə təxminən dəyişmə var. Demək ki, subtropik iqlim qurşağının Aralıq dənizi tipidir. Subtropik iqlim qurşağının Aralıq dənizi tipi də yerləşir harda? Ən əsas tanıdığımız bölgəsi, indi çox yerdə var, amma ən geniş yayıldığı ərazi Aralıq dənizinin sahilidir. Çin ərazisində musson iqlimidir. Yayda tropik hava gəlir, qışda mülayim hava. 2 doğrudur. Çünki ümumiyyətlə subtropik ilə də Aralıq dənizində yayda tropik gəlir, qışda mülayim. Bu düzdür. Siciliya adası və Kiçik Asiya hər ikisi bu hissədə idi. Siciliya İtaliyanın adası, Kiçik Asiya Türkiyədir. 3 düzdür. Aid olan xarakteri xüsusiyyətləri soruşurdu. Yayıldığı ərazilər seysmik cəhətdən sabitdir. Əksinə burada Alp-Himalay seysmik zonası yerləşir. Doğru deyil. Sonra keçdik. Qışda qarışıq və enliyarpaqlı meşələr mülayim iqlim qurşağında yerləşir. O da deyil. Turizm inkişafına görə çox fərqlənən bir ərazidə 6-dır. Bir də 2, 3, 6. Aralıq dəniz sahili xüsusilə İspaniya Avropanın ən əsas turist bölgələrindən biridir. Doğru cavab orada 2, 3, 6 idi. 51-ci suala baxırıq. 51-ci sualda deyir ki, deməli, verilmiş iqlim diaqramlarına aid olmaqsa, bu mülayimin dəniz tipidir. Nədən başa düşür? Deyə bilərsiniz ki, müəllim, dərhal deyirsiniz, onu nədən başa düşür? Birincisi, bunun qrafik sxemi var, məndə də link var. İstəsiniz ataram o linki, bu şərh bölməsinə. Bu və bundan əvvəlki hissənin şərh bölməsinə atacağım. İstəsiniz o linkdən baxa bilərsiniz. İqlim qrafikləri var. İkincisi də ki, orada belədir, temperatur 0-20 arasında, ən çox da 5-15 arasında dəyişəndə mülayim dəniz tipi olur. Bir də yağıntının sütunları demək olar ki, bərabərdir. Elə bir böyük bir fərqi olmur. Belə olanda mülayim dəniz tipi, yəni London tipi olur. Amma -5-dən müsbətə belə dəyişəndə bu nəsə qarışıq bir variantdır. Baxaq suallara. Demək, bir diaqramın yayıldığı əraziyə aid iqlim hakimdir. Arid quraq deməkdir. O quraqlıq burada görünmür. Çünki burada elə də quraq deyil. Hər ay ən azı 50 mm yağış yağır. Bir diaqramı 2-dən fərqli olaraq isti, quru yay və soyuq qışı ilə fərqlənir. Bir yox, 2 əksinə belə fərqlənir. Ona görə də bu da doğru cavab deyil. Çıxırıq bunda. Hər iki diaqramın aid olduğu ərazilər şimal yarımkürəsində yerləşir. Çünki hər ikisinin temperatur xətti belə görükür. İki diaqramın aid olduğu iqlim tipində illik temperatur amplitudu 25 dərəcədir deyirsə, 25 burasıdır, burası da -5. 25 çıx -5 versəz 30 eləyəcək, 25 yox. Ona görə 4-ü götür. Bir dəqiqə baxın. Hə, yox, 25-dir. Çünki bu 20-nin yuxarısındadsa 25-dir. Bu da -5-dir. Təxminən alınır. 25-dir deyilik. 21-22-dir təxminən. Və 21-22-dən -5 çıxsaz, 2 -1 müsbət eləsə, təxminən 25 eləyə bilər. Bir balaca 27 kimi idi. Sonra iki diaqram mülayim dəniz iqlim tipində yerləşir. Mülayim dəniz tipi birincidə idi, ona görə də o cavab deyil. Diaqramların aid olduğu iqlim tipləri orta coğrafi enliklərə aiddir. Yəni ki, mülayim iqlim qurşağına təxminən aiddir. Bəli. Temperaturun kəskin dəyişməsindən bilir də ona görə. O biri də həmin qrafikdir. Yəni bunlar demək istəyirəm. Temperaturun dəyişməsi var. Mülayim qurşaq olduğu bilinir. Verilmiş diaqrama aid olmayan xarakteri xüsusiyyətləri soruşur bu dəfə bizdən.
Nədir? 1 və 2 diaqramı şimal yarımkürəsinə uyğun gəlir. Bəli, çünki belədir. Hər ikisində orta hissə dikdir də. Yanvar, iyun, iyul, avqust yay aylarına təsadüf edib ona görə. Olmayan dediyinə görə biri götürmürsünüz. Hər iki diaqramın yayıldığı yağıntılar eyni fəsildə düşür. Əksinə, burada biraz yayda daha çox düşür, burada biraz qışda daha çox düşür. Ona görə də iki fərqli xüsusiyyətli götürəcəyik. Verilmiş diaqramlar Qərbi Avropa üçün xarakterli. Əksinə burası Sibirdir. Qətiyyən belə deyil. Aid deyilsə götürəcəyik. Çünki bizdən aid olmayanı soruşur. Bir diaqramı nə deyir? Bir diaqramın aid olduğu ərazidə sutkalıq, temperaturu, amplitudu, il yağıntıdan böyükdür. Bir diaqramı Sibirə aiddir. Bu Sibirin temperatur iqlim qrafikidir. Ona görə də qətiyyən elə deyil. Səhvdir. Ona görə də 2, 3, 4 cavabdır. Amma buralara da baxaq. Bir diaqramı Orta Sibir yaylasını əks etdirir. Bəli, düzdür. Amma düzü bizdən istəmir deyə götürmədik. İki diaqramına uyğun gələn iqlim tipi Kətan soyuq bir ərazidə, yuxarı bu Şərqi Avropa tərəfdə -10, -20 arasında təxminən dəyişir. Belarusiya falan doğru gəlir ona. İndi iqtisadi coğrafiyada keçəcəksiniz gələcəkdə. Cədvələ əsasən uyğunluğu müəyyən eləyin. Nə deyir 153-də? Deyir ki, Skandinaviya yarımadası əhatə etdiyi dəniz Baltik dənizi var. Yayıldığı iqlim tipi də mülayim iqlim qurşağı var. Subarktiklə mülayim iqlim qurşağı orada əsas yerləşir. Bir doğru. Kamçatka Bering dənizini əhatə edir. Subtropik yox. Kamçatkada mülayim iqlim qurşağının özü dəniz tipidir. Bu səhv olacaq. Somali yarımadası Qırmızı dənizin sahilində biraz yaxınlığındadır. Sahili deyil ancaq. Sahili qəd dəqiq deyil. Tropik iqlim də deyil. Bu heç ki siyasi Aralıq dənizində subtropikdir. Burada Türkiyədən söhbət gedir. Düzdür. Sonra artıqları silək. Növbəti nə deyir görək. Növbətdir Hindistan, Ərəbistan, subekvatoral. Ərəbistan tropik iqlim qurşağıdır. Hindistan Dekan Hindistan yarımadasında yerləşir. Yəni doğru deyil. Nə də Ərəbistanda subekvatoral da deyil, o da doğru deyil. Floridanın sahilində Sarqas dənizi var. Hə, bu dəniz idi. Hindistanın kənarında Ərəbistan dənizi var. Bir dəqiqə. Hindistan sahilində var əhatə olunduğu dəniz Ərəbistan dənizi. Yerləşdiyi iqlim qurşağı da subekvatorial yox, bu 5 düzdür. 5 düzdür. Demək olur 1, 4, 5. 1, 4, 5. Sonunuzda nədir? Florida, Sarqas dənizi subekvatorial. Florida, Sarqas dənizi doğrudur. Burada Sarqas dənizi var. Amma Florida yarımadasının yarısı subtropika, yarısı tropikə düşür. Subekvatorial Panamadadır. Ondan görün nə qədər uzaq məsafədə yerləşir. Ona görə o səhvdir. Doğru olan bəndləri müəyyən eləyin. Demək, 1. Şimali Amerika və Avstraliya materiklərinin iqliminin formalaşmasında Sakit Okeanın təsiri daha böyükdür. Əksinə Atlantik Okeanının təsiri böyükdür. Şimali Amerika ilə Cənubi Amerikanın iqliminin formalaşmasına Sakit Okeanın təsiri azdır. Çünki bu hissələrdə dağlar var. Dağlar okeandan gələn hava kütləsinin materikin içəri hissələrə keçməsinə mane olur. Amma şərq hissədə dağ olmadığına görə hava kütlələri rahat materikin içəri hissələrinə daxil ola bilir. Və bu məsələnin hökmən qeydə almalıyıq. Bu heç doğru fikir soruşurdu bizdən. Avstraliyada olan bütün iqlim qurşaqları həm Şimali Amerikada, həm də Cənubi Amerikada rast gəlir. Avstraliyada nə var? Subekvatorial, tropik, subtropik. Burada da var subekvatorial, tropik, subtropik, subekvatorial. Şimali Amerikada sadəcə onun şimal variantıdır da. Subekvatorial, tropik, subtropik. Şimal variantı olaraq var, bəli. Cənub tropik xətti boyunca materiklərin şərq sahələrində rütubətli iqlim formalaşır. Bəli, çünki materiklərin şərq hissəsində isti cərəyanlar keçir. Buradan Braziliya cərəyanı, burada Şərqi Avstraliya cərəyanı. O səbəbdəndir. Sonra da demək, deyir ki, şimal tropik xəttin kəsdiyi materiklərində Aralıq dəniz iqlim tipi yaranır. Şimal tropik xətti görək hansı materikləri kəsir? Buraya ilə keçir. Xəritəyə baxsaz görəcəksiniz. Əgərsə qələmi qalınlaşdırmayaq. Belə. Buradan keçir belə. Yəni burada ABŞ-da Aralıq dənizi var. Burada Afrikanın şimalında Aralıq dənizi var. Burada Avrasiyanı kəsib, Avrasiyada da Aralıq dənizi var. Yəni 3 materiki kəsib. Amerikanı, Afrikanı, bir də Avrasiyanı, hər üçündə də Aralıq dənizi iqlim tipi var. Doğrudur bu fikirdə. Hind okeanının ətrafında yerləşən materiklərin sahilləri boyu rütubətli iqlim hakimdir. Tam da yox. Ancaq ekvatorun kəsdiyi materiklərdə ekvator iqlim qurşağı formalaşır. Məsələn, Avrasiya materikinin ekvator iqlim qurşağı kəsmir. Singapur 1 dərəcə şimal iliyindedir, amma ekvator iqlim qurşağı var.
Bu baxımdan o fikir doğru deyil. 2, 3, 4-ü də buradan doğru cavab olaraq tapa bilərik. Keçən sual idi bu 154. 155-ci suala baxaq. 155-ci sualda deyir ki, cədvələ əsasən yaylalara aid olan xüsusiyyətləri müəyyən edin. 1. Mezozoy erasına aid olan suxurlar üstünlük təşkil edir. Ərazisində subtropik və tropik qurşaqda yerləşir. İran yaylası. Mezozoy suxurları deyil. Nədir? Fikir, Meksika yaylası. Mezozoy erasına aid olan suxurlar üstünlük təşkil edir. Bu bir düzdür. Kordilyer dağlarının hissəsidir. Kordilyer dağlarının əksər hissəsi o dövrə aid olan suxurlar təşkil edir. Bir də orta dövr suxurları üstünlük təşkil etməkdə. Subekvatorial və tropik iqlim qurşaqları geniş yayılmışdır. Subekvatorial aşağısıdır, yuxarıda tropik. Yox, bu subekvatorial Meksika yaylasından çox aşağıdadır. Ərazisi mülayim iqlim, mülayim və tropik işıqlanma qurşaqlarına keçir. Meksikadan 20 xətti keçirsə, yuxarısı mülayim işıqlanma qurşağına düşür, aşağısı tropik. Ona görə bu 3 düzdür. İran yaylası ərazisi subtropik və tropik iqlim qurşaqlarında yerləşib. Daha aşağısı tropikdir, burası subtropik. Bu da düzdür. 1, 3, 4 olur düz. Sonra nədir? Şimal hissəsində Zagros dağları gen. Şimalda deyil. İran-İraq sərhədində, biraz qərb sərhədindədir. Buna görə çıxarıb. İran yaylasının ərazisində çökmə suxurlar yox, maqmatik və metamorfik suxurlar daha üstə yerləşir. 156-cı suala baxırıq. Deyir ki, cədvələ əsasən uyğun olan bənləri müəyyən edin. Böyük səhra ilə Qobi səhrası. Yerin təyin eləyək, sonra davam eləyərik. Böyük səhra bura, Qobi səhrası da Çindədir bu hissədə. Nə deyir? Böyük səhrada deyir ki, yerləşdiyi materikin doğru fikirləri soruşur. Bizdən bunu unutmayaq. Yerləşdiyi materikin şimal-qərb hissəsində Alp-Himalay dağlıq qurşağına aid olan Cavan dağ var. Alp-Himalay qurşağına aid olan Atlas dağları burada var. Ona görə bir düzdür. Biri götürəcəyik. Sonra keçdik. Şərq hissəsində isti okean cəryanları təsir edir. Şərq hissəsində burada Somali cəryanı var, soğuq cəryanı. Ona görə də doğru deyil. Cənub hissəsində zolaq şəklində sahil səhra. Sahil demək, böyük səhranın cənub hissəsində doğrudan da bu hissədə var. Subekvatorial iqlim qurşağında savannadan ibarət zonaya deyilir. Sonra keçdi bu tərəfə. Yerləşdi, hər ikisinə uyğun olacaq bu sonuncu söz. Bunu saxlayırıq. Çünki bütün sütunu tam əhatə edib. Bunu hələlik saxlayaq. Qış aylarında mənfi temperatur müşahidə olunur. Qobi səhranın qışda fəsil dəyişən bir iqlimdə ola bilər belə bir hal. Tropik iqlim qurşağında yerləşir. Qobi səhrası. Qobi səhrası mülayim iqlim qurşağındadır. Bu deyil. Aid olduğu ölkə 2 okeanın sahilində yerləşir. Çindir. Çin bir dənə okeanın sahilində də, yəni sakit okeanın. Siyasi xəritəyə baxsaz görəcəksiniz. Qobi səhrası ilə İran yaylasına ümumi olaraq deyir ki, yerləşdiyi iqlim qurşaqları kontinental tipinə aiddir. Çünki İranda Qobi səhrasında da çoxlu, yəni Qobi yaylasında da çoxlu səhralar var. 1, 3, 4, 7. Sonra 157-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. 4 yarımkürədə yerləşir. Ən rütubətli materikdir. Bütün coğrafi uzunluqlarda yerləşir. 4 yarımkürədə yerləşirsə Afrikadır C1-də. Sonra deyir, ən rütubətli materik Cənubi Amerikadır. D burada. Sonra bütün coğrafi uzunluqlarda da Antarktida materiki yerləşir. Y də burada. Onda olar C, D, E. Çox asan bir sual idi məncə. Sonra 58-də deyir ki, uyğunluğu müəyyən edin. Ən az iqlim qurşaqlarına malikdirsə Antarktida. Antarktidada bir dənədir də. Antarktida yarımadasında subarktik də düşür biraz. Ona görə odur. Sonra ən çox yüksəklik fərqinə, yəni ən hündür və ən alçaq nöqtəsi olan Avrasiya materikidir deyə burada. Sonra keçdi, ən ucqar nöqtəsi mülayim iqlim qurşağında yerləşirsə, ən ucqar nöqtəsi mülayimdə yerləşən materik bu. Nə ola bilər burada? Cənubi Amerikada, çünki burada Frauert burada mülayim iqlim qurşağında yerləşir. B də burada. C, D, B oldu cavab. Növbəti suala baxaq. Deyir ki, uyğunluğu müəyyən eləyin. Rütubətli tropik, mülayim kontinental. Tiplər xəritəsi gözünüzün önündədir. Baxın, həll eləyin. Demək, birincidə deyir rütubətli tropik. Madagaskar tərəfə baxın, rütubətli tropik sözünü görəcəksiniz ki,
Bir də bu hissəyə baxın. Burada da rütubətli tropik hissə var, şərq hissə. Ümumiyyətlə tropik iqlim quşağının şərq hissələri rütubətli. Elə burada hamısından şey. Bir dənə Şimali Afrikadan başqa. Ona görə də görürsüz bu 2 dənə doğru gəldi. Mülayim kontinentalda yarım kontinental deməkdir. 4 ilə 3'dür. Bu da rütubətli tropik idi. Burada da yazılmışdı rütubətli tropik. Hər üçün işarələdim. Sonra mülayim kontinentalda da başqa bir rəqəm görmürəm mən orada. Varmı başqa bir rəqəm? Cavab variantlarına baxaq. Sual 159. Cavab variantı. Bunun variantları harda? Variantlı sual deyil, açıq sualdır. Demək nə olmuşdu? Birdə 1'ə getmişdi. Nə idi? Rütubətli tropik 1, 2, 5. O bir nə isə 3, 4. 1, 2, 5, 3, 4. Növbəti suala baxaq. Yəni el olar hər halda da səhv. Çünki orada başqa rəqəm mən görmədim. Var isə də bu bir də baxaq. Birdən qalar nəsə. Bir üstə qoydum. Bir etələsin. Xəritənin üzərində yoxdur. Başqa rəqəm yoxdur. Demək odur. 161-ci suala baxaq. 161-ci sualda iqlim vilayət tipləri ilə bağlı olan uyğunluğu bizdən soruşur. Demək, mülayimin dəniz tipinə Qərbi Avropa ölkələrindən İrlandiyanı verə bilərik, bir də Belçikanı. Çünki bax, bu hissədə İrlandiya buradadır, Belçika da burada. İrlandiya Belçikanı götürsə, İrlandiya, Belçika, DF birə düşər. Sonra keçdik, mülayim kontinental Şərqi Avropa ölkələridir. Şərqi Avropa ölkələrində də nə var? Ukrayna var, ha. Sonra keçdik, Macaristan var, C. 2 sonra gedər. Sonra kəskin kontinentalda Sibir tipidir. Sibir tipinə də yəni Mərkəzi Asiya və Sibir. Bu hissə. Burada Qazaxıstan gedər, B. Bir də Monqolistan gedər, Y. Olur DF, AC, BY. Növbəti sual uyğunluğu müəyyən edin. Görürsünüz ki, temperaturda demək olar ki, dəyişənlik yoxdur. Demək 2 ekvatorial olacaq. Baxa görək, ekvatorial ya da az bir dəyişənliyi var. Subekvatorial da ola bilər. Demək ki, 2'yə gedəcək. Burada bizdə əlimizdə olan variantlardan 2 xəttinə gedər C. Sonra temperatur 3 xəttində 0-20 arasında dəyişir. Demək o mülayimin dəniz tipidir. Yəni ona görə də 3'ə gedəcək A. Sonra keçdik 4'ə baxaq. 1 xəttində isə dəyişmə çox hədsiz dərəcədə Sibirdir. Ona gedəcək. Yox. Burada mənfi 10'dan nisbət 20'yə dəyişir 3'də. Ona görə də A yox, ona D variantı. Şərqi Avropa tipidir də. Çünki orada elə olur daha gedəcək. Sonra Sibir tipi də 1'dir. 1'ə də gedəcək B. Demək doğru cavab olacaq B, C, D. Bir də baxaq ona dəqiq. 2'yə baxmadım. 2'yə bir də baxım. Düzdürsə. Bu düzdürmü? Bir dənə baxaq. Yox. 0-20 arasında dəyişir. Tam düz deyil. A gedər. A gedər. B, A, D ola bilər. Bəlkə də B, C. Yəni buna dəqiq baxım. Biraz dəyişmə var. Bu çünki -5 ilə 15'in arasında dəyişir. Bizə qrafiki çox kiçik çəkiblər, adamı biraz çaşdırdı ona görə. B, A, D-də 61-ci sualda. 62-ci sualı eyni qəbildən, eyni tipdə olan sualdır. Demək, bunun silinmali olmasın bizə. Burada 5-15 arasında dəyişir. Bu mülayimin dəniz tipidir. Dəniz tipi isə B variantı bura gedər 1'ə. Sonra Şərqi Avropa tipidir. -10'dan -20'yə qədər olan 2. Bu D variantı bura gedər. Sonra 3'də də mənfi ilə -20, -20 arasında təxminən -10'a qədər subarktika oxşayır. C də bura gedər. Olacaq B, D, daha doğrusu B, D, C. B, bir baxın, buradan B, buna D, buna C. B, D, C olacaq. Sonra növbəti suala baxaq. Cənubi Amerika qrafiklər verib. Gördüyünüz kimi bir ekvatorialdır. Ekvatorialsa qrafiki avtomatik görükəcək. Sütunlar bərabər, temperatur bərabər, 2000-3000 arasında yağıntı. 3 tropik səhradır. Yəni temperatur, amma cənubi həmişəsinə. Aşağı temperatur amma xətt başı aşağı. Temperatur yüksək amma xətt başı aşağı olmalıdır. Yağıntı yeri isə demək olar ki, tamamilə boş. Ona görə də 1'ə A yazmışıqsa, buna da yazarıq D. Sonra keçdik bundan sonrakına. Nə idi ondan sonraki? Laplatovalda subtropik iqlim quşağının
bərabər rütubətli tipidir. Bu olmaz çünki şimal yarımkürəsidir. Bu da olmaz çünki bərabər rütubət olmalı idi. Temperatur da aşağı olmalıdır çünki cənub yarımkürəsindən danışırsınız. C-də bura gedəcək. Demək olacaq nə? A, C, D. Ardıcıllıqla 1, 2, 3, 4 desək A, C, D. A, C, D oldu cavab. Demək, bu eyni tipli sualdır. Yox, bəs yerlərdə fərq var. Bu şimal subekvatorialdır. Şimal subekvatorialın qrafikini tanıyırsınız? Yox, bu ekvatoral. Yağıntı yayda yağacaq. Çünki ekvatoral hava kütləsinin təsiri ilə şimal subekvatorialda ekvatorial gəlir deyə yayda orada çox yağıntı yağır. Yağıntının miqdarı da 1000-2000 arasında olur. Temperatur da demək olar ki, biraz stabildir. Yəni yüksək və stabildir. Hər kateqoriyadan baxsaz bir-birə uyğun gələcək. Yox, hər çətinlik çəksə qrafik olacaq. Linklərdə atacağam mən onun grafikini. Keçdi 2 ekvatorialdırsa tam 2-yə A gedər. Çünki bu bərabər miqdarda yağıntı, temperatur bərabər yağıntı 2000-3000. Cənub subekvatorialında isə bir dənə fərqi olub. Bu subekvatorialın tam fərqində olan bir qrafiki götürəcək. Demək nə alınıb? 1-ə B, 2-yə A. Bura qeyd edirəm. 1-ə B, 2-yə A. İndi 3-ü dəyəcək. Cənub yarımkürəsində şimal subekvatorialının tərzinə qıraqları dik olacaq, ortası çökək. Çünki fəsil fərqidir, bir də xətt aşağı olmalıdır. Temperatur, yəni orta hissəsi o mənada deyirəm aşağı, yəni orta hissəsi aşağı. Burada təxminən yağıntı miqdarı da 2000-3000-ə uyğun gəlir. C-də bura gedəcək. B, A, C doğru cavabdır. Sonra uyğunluğu müəyyən edin. Xüsusiyyətlər verir, nə deyir? Siyasi yaranış. Subtropik litosfer tavalarının konvergent toqquşma zonasında yerləşir. Düzdür. Skandinaviyanın fəaliyyətdə olan vulkanlar və geyzerlər vardırsa, bu heç birinə aid deyil. Bunlar da yoxdur. 2 iqlim qurşağında yerləşir Skandinaviyadır. C bura gedəcək. Çünki Skandinaviya fikir verir. Skandinaviya yarımadası həm subarktikdədir, bu sağ tərəfə baxın, həm də mülayim iqlim qurşağındadır. Düz gəlir 2 iqlim qurşağı sözü. Sonra fəsillər daha aydın. O Kiçik Asiya, Türkiyə. Orada fəsillər aydın müşahidə olunur. Subtropik mülayim iqlim qurşağıdır ona görə. Ərazisində materikin ucqar nöqtəsi olan Taymırda Çeliskun burnu yerləşir. Y-də burada. Demək AD, C, B-yi. AD, C, Y. B heç birinə aid olmadı. Fəaliyyət olan vulkan heç birinə aid deyil. B, AD, C, B. AD, C, Y. Belə demək olar. 1-ə AD, 2-yə C, 3-ə Y. Növbəti suala baxırıq. Apenin, yəni fəaliyyətdə olan Apenin İtaliyada da uşaqlar bilirsiniz. İtaliyaya aid olan nə deyəcək bura? Fəaliyyətdə olan vulkan geyser bilirsiniz, orada Vezuvi Etna var, düz gəlir. Günəş üzərində zenitdə olursa, Florida yarımadası 20,5 dərəcəli xətt. Bir dəqiqə. Florida, Yutlandiya yox, Floridanın kəsmətli olmayacaq. Subtropik və tropik qurşaqda yerləşən Florida idi bax bu. İqlim xəritəsini siz burada baxın, görəcəksiniz onu. Daha aşağısı tropikdir, yuxarısı subtropik. Ona görə də bu da gedir. Sonra mülayim dəniz iqlim tipi Yutlandiyadadır. Yutlandiya bir Danimarka orada yerləşir. Sahillərində Meksika körfəzinin suları yuyursa, bu Florida yarımadasının sahilləri Meksika körfəzinin suları yuyur, yerə gedər. Olacaq A, D, C, Y. Daha doğrusu 1-ə A, 2-yə D, 3-ə C, Y. 167-ci suala baxaq. Deyir ki, xəritə sıxımda rəqəmlərlə verilən məntəqələrə uyğun gələn iqlim diaqramları müəyyən edin. Deyim, burası subtropik səhradır da. Bu cənub yarımkürəsində yağıntı olmayan bir yer olmalıdır. Təbii ki, rahat görmək olar ki, çox rahat görmək olar ki, yağıntı sütunu demək olar ki, boşda temperatur kifayət qədər var. Yəni, bu C olar bu. Sonra keçdi ikincidə Braziliya əyaləsi cənub yarımkürəsində. Orta hissə çökək qıraqlar dik olmalı idi yağıntıya görə. Çünki cənub subekvatorialında iyun-iyul ayı qışdır, qışda tropik gəlib isti quru hava şəraiti yaradır. Qıraqlar yağıntı olur, çünki noyabr, dekabr yay ayıdır, ekvatorial gəlib yağıntı verir. Yəni A-da 1-ə gedər. 1-ə A, 2-yə C olacaq. 1A, 2C. A, C belə də yazılır da bilirsiniz. Sonra uyğunluğu müəyyən eləyəcək. Görək. Ərazilərə uyğunlaşdırmalıyıq. Hansı ərazi? Mülayim dəniz tipini görürəm. Hansı hərfdir bu? Y hərfində, bəli. Y hərfində mülayimin dəniz tipi isə ora mülayimin dəniz tipinə təbii ki, bu qrafik 0-20 arasında dayan ikinci qrafik A yazırıq bura. 2-yə A yazaq.
A-nın yanına 1-2 yazacağım. Çox müxtəlif sahədədir, biraz çətinlik yaradır başa düşmək. Sonra keçdik qrafiklərə baxaq. Mənfi muson tipi olsa gərək, amma sadəcə olaraq ABC var deyəsən. Baykal gölünün ətrafında çox mənfidən çox müsbətə temperatur dəyişməlidir. O da burada hələ ki mən onu görmürəm. Gəlin belə eləyək də, mən buraları işarələyim. Bu D hərfi, A hərfi, B hərfi, C hərfi, Y hərfi. İndi gələk birinci qrafika baxaq. Görək birinci qrafika nə uyğun gələcək. Demək. Buraydı. Birinci qrafik. Demək, harca 7-8-dən dəyişir temperatur 30-a qədər. 0-30 aralığında təxminən dəyişir. Amma orta hissə biraz dikdirsə. Mussonu orta dikdiyənə, bura musson gedəcək. 1-ə musson. Sonra keçdik 2-yə, onu tapdıq. Keçdik dəniz tipidir bu. Dəniz tipi isə onda 2-yə avtomatik C gedəcək. Yəni buna D getmişdi. 2-yə C gedəcək. Daha doğrusu 2 mülayim dəniz tipidir də. 0-20 arasında dəyişən tipdir. Sonraki yerdə də bu qrafikdir. Bu qrafikdə B gedər. Sibir Baykal gölünün ətrafı çox soğuq. Bu C versə C lap aşağı temperatur olardı. O heç uyğun gəlməz. Ona görə də orada da B olar. Olar DC, B, DC, D, Y, C deyil, bu Y-dir. D, Y, B. Çünki bu hərf Y hərfi. Belə, nəsə biz qarışıq sual idi. Yarışda o tərəf bu tərəfdə qalıb, başa düşmək bir çətin idi. Bu subekvatorial iqlim quşağı şimal, bu da subtropik iqlim quşağının aralıq dəniz tipidir. Bu da tropik səhradır. Çünki fikir verin, yağıntı yeri demək olar ki, boşdur. Bu qrafikdən tropik səhraya, yəni buna Y verəcək avtomatik. Sonra subekvatorial iqlim quşağısa, onda D gedər bura avtomatik, Hindistan tərəf. Sonra subtropik iqlim quşağının aralıq dəniz tipinə də buna da C gedər. Onda olar. Biraz qara hərflərlə yazsaq. D, C və Y. 1-ə D, 2-ə C, 3-ə Y cavabı almaq olar. Yekunlaşırıq demək olar. Tamamilə yekunudur artıq. 2 sualımız cəmi qaldı. Xəritə sxeminə əsasən uyğunluğu müəyyən eləyin. Materikin ən az yağıntı düşən yeri isə D-dir bu. D burada. Sonra quraqlıq dövrü iyun-avqust aylarına təsadüf edirsə. Çünki burada iyun-avqust onun üçün qışdır. Qışda tropik hava kütlənin təsirinə məruz qalır. Ona görə də B olacaq bu. Bu quraqlıq dövrü iyun-avqust aylarıdır. Dekabr, fevral aylarında tropik hava kütlələrinin təsirinə məruz qalırsa, qışda da, o da şimal olur. Çünki bu iyulda, avqustda ekvatorial gəlir. Dekabr, yanvar, fevral aylarında da isə tropik gəlir. Buna da C düz gəlir. İl boyu rütubətli olanda ekvatorialdır. Görürsünüz ki, o da A-dır. Demək, belə olur da D, B, C, A. Növbəti və sonuncu sual. Xəritə sxemində verilmiş rəqəmlə verilən yarımadaların iqlim xüsusiyyətləri ilə bağlı uyğunluğu müəyyən eləyin. İqlimi çox quraqdır. İqlimi çox quraqdırsa Ərəbistandır. Yəni A buradadır. Sonra il boyu rütubətli hava şəraiti müşahidə olunur. Ekvatorialda il boyudur. B buradadır. Sonra rütubətli mövsüm yay aylarında mussonda hesab olun. Rütubətli mövsüm yay aylarında olur. O da mussondur da. Mussonda rütubətli mövsüm yay aylarında. C. Biri fikirləşdiniz, bir də il boyu rütubətlidir. Yüksək təzyiq edən hava az yağıntı tropik səhradan söhbət edir. D var, buradadır bəndi. Yerləşdiyi əsas iqlim qurşağına Şimali Amerikada rast gəlmir. Şimali Amerikada rast gəlinməyən yeganə iqlim qurşağı ekvatorial olduğuna görə bu da budur. Bura uyğun gələcək. Demək olacaq 1-ə B, 2-ə C, 3-ə A, D. Diqqətlə dinlədiyinizə görə təşəkkür edirəm. Kanala abunə olmağı, videoları bəyənməyi unutmayın. Dostlarınızla paylaşın. Hansı bölmədən, hansı regiondan, hansı bölgədən izlədiyinizi qeyd etsəz şad olaram. Suallarla bağlı hər hansı bir, daha doğrusu test izahı ilə bağlı hər hansı bir sualınız olsa şərh bölməsində sizi gözləyəcəm. Bütün suallara şəxsən cavab verirəm. Uğurlar. Növbəti videolarda görüşənə qədər.